iftar vaxtını İrşad təqdim edir. 21 Mart Ramazan ayının 21-ci günü. Bakı üçün iftar vaxtı 19:08. Sevgili dinleyicilerimiz, Ramazan programımız başlayır ve bugün artık 21. günün oruçlusuyuz hocam. Rabbimizə şükürlər olsun. Şükür. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, onun əhli beyti, əshabıların üzərinə olsun. Əlbəttə ki, dünən möhtəşəm bir gecə idi, tək gecələrdən biri idi. İlk tək gecəsini keçirdik. Önümüzdə yenə də var, amma biz Ramazanın tək gecəsi, cüt gecəsi baxmayaq, daha çox ibadətlə keçirməyə çalışaq. Yəni, onsuz da ömrümüzdən Ramazan nədir? Keçib gedir. Həqiqətən də insan düşünməlidir ki, kim Ramazanın son 10 gecəsi ibadətlə keçirərsə, Qədir gecəsini əldə etmiş olur. Nə gözəl bir şey. Kim bu 10 gecənin hamısını imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, heç şübhə yoxdur ki, Qədir gecəsini ibadətlə keçirmiş sayılır. Ona görə bu gecələrdə zikir, namaz, dua, Quran-ı Kərim oxumaq və s. ibadəti və ən çox ibadət nədir? Əlbəttə ki, çoxlu nədir? Allah Taalaya dua eləmək. Ona görə də bu yəni gözəl günlər hələ də önümüzdə var. Ramazanın son 10 günü. İnsan daha çox vaxtını dəyərli keçirməlidir. Baxın nə deyir alimlərdən birisinin gözəl açıqlaması var. Ramazan ayının son 10 günü ibadətləri artırmaq və bu gecələri ibadətlə canlandırmaq müstəhəbdir. Ən gözəl əməllərdən birisi. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayının son 10 günün hamısını ibadətlə keçirərdi. Vaxt sənin sərvətindir. Onu oyun və əyləncə ilə israf etmə. Baxın, nə gözəl bir sözdür. Vaxt sənin sərvətindir. Onu oyuncaqla, yəni boş şeylərlə israf etmə. İnsanın vaxtı əslində onun həyatıdır. Bu, onun əbədi səadətinin və daimi nemət içində yaşamasının əsasını təşkil edir. Eləcə də bu, onun tam tərsi də ola bilər. Vaxt buludlardan da sürətli ötüb keçir. İnsan Allah üçün və Allahla keçirdiyi vaxt onun əsl həyatı və ömrüdür. Digər vaxtlar isə onun həyatından sayılmır. Hətta o müddətdə yaşasa belə. Ona görə də əgər insan vaxtını səhlənkarlıq, boş xəyallarla keçirirsə, ən böyük neməti əlindən itirmiş olur. Ona görə də vaxtı israf etmək ölümdən daha betərlidir. Çünki vaxtın israfı insanı Allahdan və axirətdən ayırır. Ölüm isə yalnız dünyadan və dünya əhlindən ayırır. Ona görə Allah Teala'dan bir insan üçün vaxtını Allahla birlikdə keçirməməkdən daha zərərli bir şey yoxdur. Əgər insan bunu düzəltməsə və vaxtını israf etməyə davam edərsə, bu hal qiyamət gününə qədər sürə bilər. O zaman bu insanın peşmançılığı və həsrəti başqalarının peşmançılığından daha şiddətli olar. Onun Allahdan uzaq qalması digərlərindən daha ağır olar. Onun vəziyyəti həqiqətən də acınacaqlıdır. Yəni insan vaxtını gözəl keçirməlidir. Həmçinin baxın, Ramazanın son 10 gününə yetişdik. Bu bizlərə həmçinin nəyi buyurur, nəyi göstərir? Dünya həyatı sürətlə keçib gedir. O zaman insan Rəbbinə qayıtmalıdır. Baxın, deyək ki, işlərin idarəçisi kim? Uca Allah. Bu dəfə onu tam bir qəlblə oxuyuram. Ey Allah, sənin qüdrətini hiss edirəm və öz zəifliyimi dərk edirəm. Çünki hər şeyin səninlə bağlı olduğunu anlayıram. Sən bacararsan, mən isə bacarmaram. Sən bilirsən, mən isə bilmərəm. Buna görə də sənə tam təslim oluram. Hətta bu məni ağrıtsa belə. Əgər nəfsim mənə kifayət etməni deyərsə, bilirəm ki, sən ona hikmət verər və onun hikmətindən məhrum etməzsən. Əgər qismətimdə bir şey varsa, o mənə çatsa da, çatmasa da yenə qəbul edirəm. Çünki mənim olmayan şeyə bağlanmayacağam. Nə gözəl yalvarış, ifadə. Odur ki, qəlbimi razı sal. Məni bu həyatda razı et ki, mən ondan razı olum və mənə verdiklərinlə daha çox sevinim
Nəinki vermədiklərinlə kədərlənim və sonda qəlbimə bunları deyirəm. Yəni, ey qəlbim, Allahdan gələn hər şey nə edir? Xeyirlidir. Həyat təsvir etmək üçün ən gözəl ifadə. Həyat hər şeyə baxmayaraq davam edir və davam edəcək. Baxın, Ramazanın son 10 gününə gəldik. Son 10 günlər də keçəcək, Ramazanlar da keçəcək. Biz dünyadan köçəndən sonra Ramazan ayı yenə də gələcək. Ta Allah Taala istəyinə qədər. Həyat nə ağrıya dayanır, nə də bir müsibətə görə dayanar. O həmişə sevincli və kədərli hadisələrlə axıb gedər. Ağıllı insan anlayır ki, nə sevinç əbədidir, nə də kədər sonsuzdur. Kim ki, dünyanın dönməyəcəyini düşünər, o ən böyük əzab və zərəri özünə edər. Çünki gecə və gündüz sadəcə yeni yaralar açmaq üçün bir-birini əvəzləyir. Və bu dünyada həqiqəti dərk edən insan rahatlıq tapar. Ətrafınızdakı varlıqlara baxın, deyir. Onlar öz itkilərini necə qəbul edirlər və hər şeyə baxmayaraq ilərləyirlər. Çünki həyat nə bir hadisəyə, nə də bir insana görə dayanmaz. İnsan düşünməlidir ki, hər bir şeyin nəyi var, həqiqətən də sonu var və Rəbbi dərgahına qayıdacaq. Baxın, deyir ki, hər il Afrikada milyonlarla ceyran köç edir. Quraqlıqdan qaçaraq su axtarır. Lakin bu köçün əsas məqsədi sadəcə yaşamaqdır. Ölüm isə hər an onları təqib edir. Bəziləri aslanlara yem olur. Bəziləri isə su hövzələrində gizlənən timsahların qurbanına çevrilir. Lakin diri qalanlar yaralarından dərs çıxarır və itkilərini qəbul edərək yoluna davam edirlər. Və o, yoluna davam edərək məqsədinə çatır. Sonra gələn il eyni sınaqdan keçir. Gedir və qayıdır. Ölüm və itkilərlə dolu bir səfər. Lakin həyat davam etməlidir. Ceyranlar oyunun qaydasını bilirlər. Onlar aslanları, onları ovlamasından qorxurlar. Timsahların ov etmək üçün puskuda yatdıqlarını da bilirlər. Lakin eyni zamanda bilirlər ki, köç etməsələr öləcəklər. Və maraqlısı budur ki, ceyranlar instinktləri ilə oynayırlar, anlayırlar. Amma bəzi insanlar bunu ağılları ilə hələ də dərk edə bilmirlər. Həyat davam etdikcə itkilər qaçılmazdır. Həyatı Allah belə yaradıb. Xeyir də var, şər də var. Və yalnız ölüm son nöqtəni qoyur. Yanğın olacaq, problem olacaq, insan xəstəliyə, uğursuzluğa və itkilərə məruz qalacaq. Biz sevəcəyik və ayrılacaq, qəlbimiz yanacaq və sarsılacaq. Övladlarımız böyüyəcək, evlənəcək, sonra da biz məkanlarda yalnız qalacaq. Heç kim bu gerçəkləri dəyişdirə bilməz. Lakin biz baxış bucağımızı dəyişdirə bilərik. Başa düşməliyik ki, həyatda baş verən pis şeylər və pis şeylər də həyatın bir hissəsidir. Pis bir hadisə hər şeyin dayanması anlamına gəlmir. Bəzən təyyarə qəzaya uğrayır, amma insanlar uçmaqdan vaz keçmirlər. Yol qəzası baş verir, amma insanlar avtomobil sürməkdən imtina etmirlər. Bəzi uşaqlar dünyasını dəyişir, amma biz yenə də övlad dünyaya gətirməkdən imtina etmirik. Futbol oyunlarında hakimin səhvləri olur, amma oyunçular futboldan əl çəkmirlər və biz hələ də maçları izləməyə davam edirik. Həyatın heç kimin şəxsi işi olmadığını nə vaxt anlayacaq? Həyat bizim doğulmamızdan əvvəl öncə də belə vardı, bizdən sonra da belə davam edəcək. Əgər onu anlasaq, onunla daha realist və məntiqli davranacaq. Biz demirik ki, insan itkiləri sevməlidir ya da oturub fəlakətlərin baş verməsini gözləməlidir. Demək odur ki, çalışmalıyıq, bəzən qazanacağıq, bəzən itirəcəyik. Amma başımıza pis hadisələr gələndə bunu qəbul etməyi bacarmalıyıq. Çünki başqa yolumuz yoxdur. Həyat belədir. Bir gün belə, bir gün belə. Onunla necə rəftar etməyimiz bizdən asılıdır. Əgər bir həyatı düşmən kimi qəbul edərsə, onun yalnız həyatın zərbələri gözləyəcək. Biri bir nağılda deyib belə deyirlər. Gecə yarısı bir ilan emalatxanaya girir. Dülgər adətən alətlərini masanın üstünə qoyub gedirdi. İlan emalatxanada dolaşarkən səhvən bədənini mişarın üstünə sürdü. O yaranlığını hiss etdi. İlan özünü müdafiə etmək istədi. Bu səbəbdən də bədənini mişara sıxdı. Zəhərini mişara püskürdü, amma ağzını yaraladı.
o mişarın ona hücum etdiyini düşündü. Beləliklə, mişarın ətrafına dolanaraq ona qarşı ölümcül bir sıxma tətbiq etdi. Nəticədə bədəni parçalandı və öldü. Yəni, bunun mənası nədir? İlan ilk yarasını sadəcə bir təsadüf hadisə kimi qəbul edə bilərdi. Yoluna davam edə bilərdi. Ancaq hadisəni şəxsi məsələ hesab etdiyi an, o artıq uduzduğu bir mübarizəyə girişdi. Çoxumuz həyatda mişarlarla davrandığımız kimi davranırıq. Hər şeyi şəxsi qəbul edirik. Hətta sadəcə təsadüf bir hadisə olanda belə. Yəni, həyat belədir. Qədir gecələri bizə nəyi göstərdi? Dünya həyatı gəlir, tez keçib gedir. Əsas odur ki, insan bu həyatda öz yerini bilməli, gözəl insan olmalı, əxlaqlı olmalı, ibadətləri yerinə yetirməli və Allahla qarşılaşan günü gözləməlidir. Baxın, Əbu Nueym Hilyətül Əvliya kitabında gözəl bir hadisəni bizlərə vəsf edir. Həqiqətən buradan çox gözəl bir nədir? İbrətlər vardır. Baxın, yəni gözəl ibrətlər. Deyir ki, Əbu Müslim Əl-Xulani evinə qayıtdıqda evinin qapısına dayanıb təkbir gətirərdi. Onun həyat yoldaşı da onu eşidib təkbir gətirərdi. Evə belə girib çıxardı. Evə daxil olduqda həyat yoldaşı onu qarşılamağa tələsər, paltarını soyundurar, sonra isə onun yeməyini gətirərdi. Bir gün o, qapının önündə uzun-uzun təkbir gətirdi, lakin həyat yoldaşı onun səsini eşidə bilmədi. O evə daxil oldu, yenə təkbir gətirdi, amma həyat yoldaşı yenə də ondan cavab ala bilmədi. Nəhayət, həyat yoldaşını evinin küncündə sərt bir şəkildə düşüncəyə dalmış gördü. Elə bil, ona bir şey olmuşdu. Ona dedi, səni narahat edən nədir? Allah sənə rəhm etsin. Niyə qarşılamadın? Qonşu qadın deyib ki, qonşu qadın gəlib ailəsinə fitnə salıb. Qonşu qadın deyib ki, sənin ərin nəyə görə xəlifənin yanında çalışdığı halda bir xidmətçi istəmir? Yəni, sən yaxınsan, niyə özünə bir ailənə, mənə xidmətçi tapmırsan? Əgər xidmətçi istəsəydin, sənə verərdi. Əbu Müslim Əl-Xulani duaları qəbul olunan bir adam idi. O əllərini göyə qaldırıb dua etdi. Allahım, mənim ailəmə fitnə salanı kör eylə. Ta ki, yalnız sənə möhtac qalsınlar. Həmin gün qonşu gəlib, onların evinə yenidən gəldi. Və dedi ki, lampanı kim söndürüb? Ona cavab verdilər ki, heç kim onu söndürmədi. O qadın o zaman anladı ki, gözləri kör olub. O qadın Əbu Müslimin duasının onun üzərində təsir etdiyini anlayanda dedilər ki, dua elə, Allah onun gözünü açsın. O da dua etdi, Allah onun gözünü açdı. Baxın, nəyi burada gətirir Əbu Nueym? Deyir ki, necə evlər var ki, təhriklər səbəbilə dağıldı. Kimsəsinin bir sözünə görə dağıldı. Neçə evlər var ki, viran qaldı. Bir qadın evində təhlükəsiz, sabit və razı qalmalıdır. Yoldaşı ilə birlikdə sülh içində yaşamalıdır və inanmalıdır ki, ərinin ondan gizlədiyi heç bir şey yoxdur. Əksinə, bu onun nəsibi ruzisidir. Həyat hər zaman firavan olmaz. O günlər dolub boşalar, amma kasıblıq insanın xoşbəxtliyinə mane ola bilməz. Bir gün bir qadın bir evin dağılmasının şahidi oldu, sonra şeytan onun qəlbinə girdi və ona neynədi? Vəsvəsə etdi. Baxın, heç kimsənin ailəsinə müdaxilə eləmək olmaz. Və ya kimlərinsə sözlərinə görə ailələr nədir? Daxil olma olmaz. Bəzən də olur ki, bir şeytan vəsvəsədir. Köhnə meybəllər, sənin yeni bir geyimə ehtiyac duyursan, evinə bax, başqaları nələr alır, sən isə xidmət edir, uşaqlar böyüdürsən, o ürəyindəki razılığı narazılığa çevirdi və bu razılığı ərinə qarşı nifrətə çevirdi. Sonra həyat çətinləşdi, evlər dağıldı, ailələr parçalandı. Amma ər sadə işində idi, ondan az qazanc əldə edirdi, amma bu onu qoruyurdu. Başqa biri, o rahat və qənaətçil idi. Az imkanlarla uyğunlaşır və həyat bütün çətinliklərə baxmayaraq rahat keçirdi. Ta ki, insani şeytanlardan biri gəlib, onu işindən narazı salana və ona bu maaşla necə razılaşdığını soruşana qədər. Bu zaman dünya onun gözlərində dəyişdi, razılığı narazılığa, qənaəti isə tamahkarlığa çevirdi, işini işdirdi və evdə boş-boş oturmağa başladı. Sonra həyatın tələbləri mövzusunda evdə
müharibə başladı. Ailələrin dağılmasının səbəbi. İnsanların qulaqlarını zəhərləməyin. Evli cütüklərin yuvasını dağıtmayın. Onların əvvəl möhkəm olan ailələri viran qoymayın. Sənə köhnə mebellərin olduğunu söylədi və başqasının evində yeni əşyalar gördün. Bəs bu fitnə deyilmi? Baxın necə insanlar eynirlər. Yəni misal çəkir burada. Sənin üçün narahat olduğunu göstərdi. Çünki hər tədbir üçün yeni paltar almırsan, heç o sənə bir dəfə geyinmədiyi yeni bir paltar hədiyyə edib, bəs bu fitnə deyilmi? Sənin üçün şəfqət maskası taxdı və sənə yazığı gəldiyini göstərdi, amma əslində niyyəti nə idi? Sizlərin ailəsini dağıtmaq idi. Ona görə də heç kimsənin sözünə görə ailəsinə təsir göstərməsin. Bəzən nəsihət edən insanlar əslində nəsihətçi deyil. Çünki bəzən paxıllıq nəsihət formasında gələr və təhrikçilik şəfqət paltarı geyinə bilər. Elə deyilmi? İblis də bir zamanlar Adəmə nə demişdi? Sizə əbədilik ağacını və heç bir köhnəlmə bilməyəcək bir səltənət göstərinmi? Adəm əleyhissalam neynədi? Aldatdı. Sadəcə itaatsizlik ağacı, hansı ki onun nəticəsi cənnətdən çıxmaq və yerə enmək oldu. Ona görə günahın özünü məsumluq paltarına bürüməsi nə qədər də çirkin bir şeydir. Yəni burada müəllif deyir ki, insanların ailələrini dağıtmayın, insanların haqqında danışmayın və ailələr də başqalarının dediyinə görə ailələrinizə xor baxmayın. Hər kəs nədir? Öz ailəsinin qədrini bilsin, məqamını bilsin. Gözəl bir neydi? Fayda. Hocam, çox üzr istəyirəm. Bir dinləyicimiz yazır, hal-hazırda çatırlar. Rica edir ki, qəbr üstünə ziyarətə gedirəm. Orada deyir, hansı duanı oxumaq daha savab olar deyir. Çoxlu dua eləsin ki, Allahım günahlarını bağışla, məkanını cənnət eylə. Yəni, Allahım qəbrini nurlu eylə. Yəni, belə dualar. Ruhunu şad eylə. Çoxlu nədir? Bağışlama diləmək. Əsas odur, çoxlu nədir? Bağışlama diləmək. Yəni, öz dilində çoxlu bağışlama dilə. Allahım məkanını cənnət eylə, günahlarını bağışla, soru-sualını yüngül eylə, qəbrini geniş elə. Peyğəmbərimiz s.ə.v cənazə namazda qıldığı dualardan birisi, misal üçün nə deyərdi? Vəs-mədxələhu, Allahım onun yerini geniş eylə, və nəvviləhu qabrahu, qəbrini nurlu eylə. Yəni, onun gedəcəyi yerini gözəl eylə. Beləncə, öz dilimizdə gözəl dualar və bir də bağışlanma duaları. Əsas bağışlanma. Əsas nədir? Bağışlanma duaları. Çox sağ olun. Baxın, həmçinin gözəl bir fayda deyir ki, Həsən-i Basri baxın, deyir ki, Məkkədə bir tacirin yanında dayandım, ondan bir paltar aldım. O malını tərifləyir və and içərək satmağa çalışırdı. Onu tərk etdim və dedim, belə birindən alış-veriş etmək mənə yaraşmaz. Başqa bir tacirin yanına getdim və ondan aldım. 2 il sonra yenidən onun yanından keçdim, onun malını təriflədiyini, lakin and içmədiyini gördüm. Ona dedim, məyər mən səni 2 il əvvəl görmədimmi? Dedi, bəli. Ona dedim, indi nə dəyişdi? Niyə tərifləyirsən, amma and içmirsən? O dedi, bir həyat yoldaşım var idi, əgər az gətirsəydim narazı, çox gətirəndə isə az görürdü. Ona dedim, sonra nə oldu? O dedi, onu Allahın yazdığı aqibətə buraxdım və vəfat etdi. Sonra başqa bir qadını evlədim. İndi bazara getmək istədiyim zaman o mənim paltarımı hazırlar və deyir, Allahdan qorx, bizə yalnız halal qazanc gətir. Çünki az halal çox haramdan daha xeyirlidir. Baxın, əgər bizə bir şey öyrətməsən, heç olmasa bizə əxlaqınla deyir, tərbiyə etdir. Nə gözəl bir şey. Yəni, salih bir həyat yoldaşı Allahın müvəffəqiyyətindən sonra insanın istiqamətini qoruyan ən mühüm səbəblərdən biridir. Əgər bir qadın həyat yoldaşı salihdirsə, ərinə yardım edəcək. Yox, salih deyilsə, ərini əlbəttə ki, cəhənnəmə sürükləyəcək, harama sövq edəcək və ya günahlara sövq edəcək, halal ruzidən uzaqlaşdıracaq. Ona görə də bir ailənin bərəkət nədədir? Halal qazancda. Baxın, İbrahim və İsmailin hekayəsi bundan bir nümunədir. Bir gün İbrahim Peyğəmbər oğlunu ziyarət etməyə gəldi, lakin onu tapmadı.
onun həyat yoldaşı ilə rastlaşdı. Ondan həl-əhval tutdu, lakin qadın onu tanımadı. Qadın dedi, biz çətinlik içindəyik, yoxsulluq çəkirik, şikayət etdi. İbrahim əleyhissalam dedi, əgər ərin gəlsə, ona salamı çatdır və de, qapının cəftəsini dəyişdirsin. İsmail əleyhissalam qaydanda həyat yoldaşı ona olanları danışdı. O dedi, bu mənim atam idi və mənə səndən ayrılmağı buyurub. Artıq ailənin yanına qayıt. Daha sonra İbrahim Peyğəmbər yenidən gəldi. Bu dəfə oğlunun yeni həyat yoldaşını gördü. Onun da halını soruşdu. O dedi, biz nemət içərisindəyik, ruzimiz boldur. Allah həmd etdi. İbrahim əleyhissalam dedi, əgər ərin gəlsə, ona salamı çatdır və denə ki, qapının cəftəsini möhkəmləndirsin. İsmail qaydanda həyat yoldaşına ona olanı soruşdu. O dedi, belə oldu hadisə. Dedi, bu mənim atam idi. O, sənə bərk bağlanmağımı söylədi deyə. Yəni, baxın, ailələr içərisində nədir? Mehribançının təməli. Razı qalmaq, azdır, çoxdur, razı qalmaq və deyinməmək. Ona görə, nəyə görə İbrahim Peyğəmbər onu dedi? Çünki narazı bir qadınla yaşamaq çətin olacaq. Amma razı bir qadınla yaşamaq rahat olacaq. O ailə həyatını rahat və xoşbəxt olması üçün qarşılıqlı razılığın vacib olduğunu bildirdi. Evdə ruzu ilə bağlı məsələ xüsusi diqqət çəkmişdi. Çünki çox vaxt evin dolanışıq yükü ərin üzərinə düşür. Lakin ruzu yalnız çalışmaqla deyil, həm də Allahın müvəffəqiyyətilə gəlir. Bu səbəbdən salih bir həyat yoldaşı insanın istiqamətini qoruyan ən əsas səbəblərdən biridir. Bununla belə heç kim öz günahını və ya yolundan azması həyat yoldaşının üzərinə də yıxa bilməz. Çünki insan öz əməllərinə görə məsuliyyət daşıyır. Məsələn, Fironun həyat yoldaşı Asiya tarixdəki ən imanlı qadınlardan biri idi. Halbuki o Fironun ən zalim idi Firon. Allahlı iddiasına düşmüşdü. Eyni zamanda Lut Peyğəmbər həyat yoldaşı ərinə xəyanət etdi. Dinindən çıxdı. Nuh Peyğəmbər həyat yoldaşı da eyni ilə. Halbuki o Peyğəmbərlərin ən böyüklərindən biri ilə evli idi. Lakin hamımız bilir ki, ailə evi quş yuvası kimidir. Həyat yoldaşı və ər bu yuvanın iki qanadıdır. Əgər onlar birlikdə uçsalar, həyat gözəl və ahəngdar olar. Lakin hər biri fərqli istiqamət uçmağa çalışarsa, həyat yalnız mübarizəyə və ağrıya çevrilər. Yəni, buradan nəticə çıxarır ki, insan seçim edərkən ehtiyatlı olmalıdır. Gənc bir oğlan yalnız gözəl qadın axtarmamalıdır. Əksinə, həm gözəlliyi, həm də onun əxlaqı, dəyəri, ailəsinə olan hörməti, ailənin vəziyyəti, hansı mühitdə tərbiyə alıb. Çünki əgər din və gözəllik bir araya gələrsə, həyat bir cənnətə çevrilər. Lakin əgər gözəllik, münaqişə və narazılıqla bir yerdə olarsa, onun heç bir mənası qalmaz. Əxlaq və iman zəif olduqda gözəllik tez bir zamanda sönər. Eyni qayda qızlar üçün də keçərlidir. Həm oğlanlar üçün, həm qızlar üçün. Onlar yalnız kişinin yaraşıqlığına baxmamalıdırlar. Nə də yalnız onun puluna, imkanına önəm verməməlidirlər. Bunlar önəmli olsa da ilk növbədə din, əxlaq əsas olmalıdır. Ona görə də o, anası, bacıları ilə ailəsi necə rəftar edir? Cəmiyyət içində necə davranır? Allahla münasibəti necədir? Əgər bir insanda həm iman, həm də yaraşıq birləşərsə, bu böyük bir nemətdir. Lakin əgər yalnız yaraşıq varsa, əxlaq yoxdursa, o bir tələyə çevrilər. Çünki əgər insanın əxlaqı və dini yoxdursa, qadın bir gün ondan uzaqlaşacaq. Hətta o, Yusuf qədər yaraşıqlı olsa belə. Doğrudur, hər şey Allahın qədərinə bağlıdır. İnsan nə qədər çalışsa da Allahın yazdığından kənara çıxa bilməz. Lakin biz Allahın qədərini ancaq başımızı gələndə anlayırıq. O vaxta qədər ki, ağlımızı işlədir, düşünür, soruşur, araşdırır və səy göstəririk. Ona görə də insan çalışmalı və ailə həyatında bu gözəlliklərə deyir, diqqət yetirməlidir. Baxın, alimlərdən birisinin gözəl bir sözündən danışır. Deyir ki, güvəndiyim bəzi dostlarımdan eşitdim ki, onlardan biri deyirdi, mən dinimi qorumaq üçün evləndim, lakin sonra nə oldu? Dinim də getdi, anamın da dini getdi, hətta qonşularım da dini getdi. Tam fərqli olub həyat yoldaşı. Yəni, ona görə deyir, seçimdə insan nə etməlidir? Əxlaq, dəyər, ailə tərbiyəsi, bunlar çox önəmlidir seçimlərdə.
Yəni bir insan evlənməmişdən əvvəl belə şeylər seçəndə çox önəmlidir. Baxın deyir ki, Abu Darda Peyğəmbərimizin sahabilərindən birisi, Abu Darda'nın bir Dəmun adlı bir dəvəsi var idi. Əgər kimsə ondan bu dəvəni ödünc almaq, minmək istəyərsə, nə daşımaq istəyərsə, ona filan qədər yük yükləmə, yalnız bu qədər yük götürə bilər deyə nəsihət edərdi. Əgər bu miqdardan çox yükləsəydilər, dəvə yükləri götürməzdi. Ölüm anı yaxınlaşanda o dəvəsinə xitab edərək dedi: Ey Duman, ey Dəmun, sabah Rəbbimin huzurunda mənimlə mübahisə etmə. Çünki mən sənə gücünün yetmədiyi bir şeyi yükləmədim. Baxın. Yəni deyək ki, insanlara qarşı mərhəmətli olun. Başqalarına güclərinin yetirmədiyi yükü daşıtdırmayın. Həmçində zövcənizə qarşı, həyat yoldaşınıza qarşı mərhəmətli olun. Çünki bilirəm ki, sən zəiflik və qayğı istəyirsən, diqqət gözləyirsən, lakin ailənin tələbləri, evin işləri, böyük məsuliyyətlər bəzən insanı deyir, yıxır. Bütün səy və mübarizəsinə baxmayaraq insanın yetərsiz olduğunu hiss etməsi çox bir ağır duyğudur. Bağışlayın, güzəştə gedin, biraz deyil, dəbdəbədən uzaqlaşın. Biz hamımız bu həyatın içində döyüşürük və bu mübarizələrin iç üzünü Allahdan başqa heç kimsə bilmir. Baxın, deyir ki, bir nəfər Yunan filosofu Xurafatlar kitabında küləklə yuxu hansının daha güclü olduğuna dair mübahisə etdilər. Sonda razılaşdılar ki, qalib o kəs olacaq ki, bu dilənçi oğlanın əlindən çörəyi kim ala bilər? Əvvəlcə külək sınaqdan keçməyə başladı, çılğınlıqla, təkəbbürlə əsdi, oğlanı yerdən götürüb oraya buraya atdı, onu çörəyi buraxmağa məcbur etməyə çalışdı, amma oğlan o qədər acıdı ki, çörəyi sinəsinə sıxdı və o çörəyi buraxmadı. Bir neçə uğursuz və ümidsiz cəhddən sonra külək dayandı. Bu işdən heç bir fayda görmədi. Daha sonra yuxunun gücünü sınamağa vaxtı gəldi. Oğlana sakitcə yaxınlaşdı, mehribanlıqla başını sığalladı. Bir dəqiqə keçmədən oğlan dərin yuxuya daldı və əlindəki çörək yerə düşdü. Bu zaman yuxu çörəyi götürüb yuxarı qaldırdı və küləyə dedi: İndi də görək, hansınız daha güclüyük? Külək məğlubiyyətini qəbul edərək geri çəkildi. Yəni həyatdakı bir çox problemlər gücdən çox ağla ehtiyac duyur. Çünki fırtına nə qədər güclü olsa da bir gəmiyə zərər yetirə bilər, ancaq ipdəki düyünü aça bilməz. Sakitlik və təmkin problemlərin ən az ziyanlı həllidir. Lakin şiddət və zorakılıq problemin həllinə yox, qarşıdurmanın daha da kəskinləşməsinə gətirib çıxarar. Daima mövqələr qazanmağa çalışan, lakin insanların sevgisini qazana bilməyən insan sonda tənhalığa məhkum olacaq, tək yaşayacaq və tək qalacaq və tək dünyadan köçəcək. Sabitlik və təmkin problemi həll etməsə belə ən azı onun daha az böyüməsinə mane olur. Lakin şiddət problemi həll etmədiyi təqdirdə təhlükəli bir qırıqlığa səbəb ola bilir. Ona görə baxın, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir dəfə Ayşənin evində idi. O anda Peyğəmbərin başqa bir xanımı yemək bişirmişdi və Ayşə də yeməyi Ayşənin evində olanda göndərmişdi. Həmin xanımın bişirdiyi yeməyi bir qabda göndərdi. Xidmətçi yeməyi gətirəndə qapını döydü. Ayşə qapını açdı və bu mənzərəni gördü. Peyğəmbər isə həmin an sahabələrlə birlikdə idi. Ayşə hədsiz qısqanclıq hissinə qapıldı, özünü saxlaya bilmədi və xidmətçinin əlini vurdu. Qab yerə düşdü və sındı. Bu bir ər üçün ən çətin bir vəziyyətdir. Əgər başqa biri olsaydı, böyük bir ailə münaqişəsi yaşada bilərdi. Lakin Peyğəmbər dərhal sakitliyini qoruyaraq və vəziyyəti nəzarətə aldı. O yerə tökülən yeməyi yığdı, qırılmış qabın bir hissələrini topladı, sonra isə sakitcə sahabilərinə baxıb dedi: Ananız qısqanclıq etdi, ananız qısqanclıq etdi və bununla o problemi sakitcə həll etdi. Deməli, sakitlik və təmkin hər problemin açarıdır. Sakit olun, oyunu deyib qazanacaqsınız. Bax, ailə məsələlərində çox önəmlidir bu. Gözəl bir nədir? Faydalar ki, insan həyatı boyu belə olsun, düşünməyə çalışsın, yəni ailəsini dağıtmasın. Həmçinin, baxın, yaxşılıq barəsində insanlara əl tutmaq. Deyir ki, Əl-Xəraidin məşhur kitabı var, Məkərimül Əxlaq, yəni əxlaqın gözəlliyi. Deyir ki, bir gün deyir, alimlərdə Misr ibn Qidəm deyir ki, Sufyan Əth-Thawri ilə birlikdə gedirdim.
Bir nəfər ondan sədəqə istədi. Lakin onun yanında verəcək heç nə yox idi. Ona heç nə verə bilmədi və ağlamağa başladı. Mən ona dedim, səni ağladan nədir? O cavab verdi. İnsanın sənin haqqında yaxşı düşünməsi və sonra səndən heç nə ala bilməməsi bundan daha böyük bir müsibət varmı? Sənin imkansız olduğunu bilmədən sənə de ümid bağlaması. İnsanların ehtiyacları sənə bağlı deyil. Səninlə və ya sənsiz yerinə yetəcəkdir. Lakin bir insanın Rəbbindən bir ehtiyacını yerinə yetirməyi diləyir və Allah sənin qəlbində bir lütf, bir mərhəmət hissi yaradır ki, sən onu yerinə yetirəsən. Sən isə bunu etməyi Allahdan bir nemət olaraq görməlisən, yoxsa başqasına minnət qoymamalısan. Çünki əslində sən ehtiyac içindəsən, əvvəlcə sənə ehtiyac var, ona yox. Sən yoxsulsan, baxmayaraq ki, varlı kimi görünə bilərsən. Ona görə də Allahın sənə verdiyi neməti heç zaman unutma və insanların sənin haqqında yaxşı düşünməsindən de qorxma deyir. Nə gözəl bir nədir? Fayda. Kaş insanlar hər zaman bu faydalarda kimi ola bilsəydi insanlar. Dostları ilə, yaxınları ilə. O zaman nə olacaq insan? Həyatı gözəl olacaqdı. Hər bir şey gözəl olacaqdı. Həqiqətən insan belə faydalardan ibrət almalıdır. Baxın, deyir ki, həmçinin bir insanın oxuduğum ən gözəl hekayə dostluqda. Yəni, insan dostu ilə həqiqətən də gözəl dost olmalıdır. Deyir, dünya ədəbiyyatına belə bir hekayə nəql edilir. Bir əskər zabitinə dedi, dostum döyüş meydanında itdi, icazə verin, onu axtarmağa gedim. Zabit cavab verdi, icazə vermirəm. Sənin bir ehtimal ölmüş bir insan üçün həyatın riskə atmağını istəmirəm. Lakin əskər zabitin əmrinə tabi olmadı və dostunu axtarmağa yollandı. Saatlar sonra ağır yaralı halda dostunun cəsədin çiyinlərində daşıyaraq geri döndü. Zabit hisslə dedi, mən sənə onun öldüyünü demişdim. Bu riskə dəydimi? Əskər cavab verdi, əlbəttə dəydi. Onu ölərkən tapdım və mənə son sözlərini dedi. Mən əmin idim ki, sən gələcəksən. Son sözləri de bu oldu. Nə gözəldir ki, insan başqalarının etibar etdiyi biri olsun deyir, bax. İnsanlar onu düşündükləri kimi tanınsınlar. Onu qəlblərində verdikləri dəyərə layiq bilsinlər. Çünki xəyanətdən daha çirkin bir şey yoxdur. Və nə gözəldir ki, dostun çətin anında qapını döysün, çünki o bilir ki, sən onu geri çevirməyəcəksən. O ən azından səni sınamağa dəyər biləcək qədər inanır. Nə gözəldir ki, valideynlərin sənin barəndə xeyirxah bir övlad obrazı yaratsınlar və sən onları xəstəlik və çarəsizlik anlarında tək qoymayasan. Sonra isə bu obrazı parlaq, fədakarlıq nümunələrinə də çevirəsəndir. Nə gözəldir ki, bir qadının qəlbinə sahib olasan, elə bir dövrdə ki, xəyanət artıb, xəyanətkarlıq isə bir sənət halına gəlib. Sən onu təkcə sözlərində deyil, kişi kimi davranışla güvəndirəsən. Onun əlini buraxmarsan və hisslərini tapdalamırsan. Nə gözəldir ki, etibarlı bir qonşu, həqiqətən arxalana biləcək bir qardaş, sadiq bir dost, dayaq olan bir ata, həyat yoldaşı üçün güvənli bir liman olasan deyir. Nə gözəldir ki, həmişə insanların sığınacaq yer olasan. Belə olsa insan bu dünyada deyir, ən xoşbəxt deyir, insanlardan deyir, bir olar deyir. Həqiqətən istədim bu faydaları bölüşüm ki, həqiqətən insan gözəl olmalıdır, gözəl əxlaqlı olmalıdır. Həmçinin Rəbbinə güvənməlidir bütün işlərdə. Ramazan ayı sürətlə keçib gedir. Daha çox yaxşı əməllər insan etməlidir. Yaxşı əməllərimizi heç zaman nədir? Az gözdən baxmayaq yaxşı əməllərimizə. Nə qədər yaxşı əməl çoxalsaq, o qədər Allah dərgahında bu günlərdə nədir? Yüksələcək. Baxın, gözəl bir fayda, keçən dəfə demişdim ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin hədisləri vəhidir. Bir var Quran vəhi, bir də hədislər də vəhidir Peyğəmbərimizin. Bir var oxunan vəhi Quran, bir də Peyğəmbərimizin səhih hədisləri vəhi. Nəyə görə? Çünki gələcəkdə baş verən hadisələri o zaman Peyğəmbər özündən deyə bilməzdi. Nə də ki, 200 il sonra yazılıb deyənlərə cavabdır ki, 200 il sonra da bunları heç kimsə bilməzdi. Baxın, ayın əvvəl günəş kimi olmasını bilirdinizmi? Biz Peyğəmbərimizdən bilirik, amma bu görüntülər NASA'nın rəsmi YouTube səhifəsində var. Məşhur Forbes saytına bildirilir ki, yarandıqdan dərhal sonra ay həddindən artıq isti idi. Onun bütün xarici səthi ərimiş qayalardan ibarət dərin maqma okeanı idi.
o yer səmasında tutqun qırmızı rəngdə parçalayacaqdı və ayın bugünkü genişliyindən 15 dəfə böyük görünürdü. Baxın. Peyğəmbərimiz isə buyurur ki, Allah Teala ərşin nurundan günəş və ayı yaratdı. Onların hər ikisi günəş idi. Cəbraili göndərdi və qanadını 3 dəfə ayın üzünə çəkdi. O ay həmin zaman günəş idi, işığı silindi və nur qaldı. Amma bunu kim deyir? NASA deyir. Amma bunu əvvəlcədən kim buyurub? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Yəni bunu Peyğəmbərimizdən 200 il sonra da deyə bilməzlər. Bu müasir dövrdə tapılıb bu möcüzə ki, ay da əvvəl günəş kimi idi, sonra ay kimi formasında oldu. NASA'nın öz saytında var, YouTube saytında. Amma Peyğəmbərimiz bunu buyurub. Bəziləri Peyğəmbərin hədisi deyəndə şübhə ilə yanaşırlar. İndi George da bunu deyir. İnanmayacaqsınız. Yəni mütləq Peyğəmbərimizin dediyi o möcüzələri kimsə təsdiqləməlidir. Ona iman gətirəcəksiniz. Yox. Baxın nə deyir? Torpaq Adəm oğlunu bütünlüklə yeyər, yalnız büzdüm sümüyündən başqa. Quyruq sümüyü dillərlə. İnsan ondan yaradılmış və ondan da yaradılacaqdır. Embriologiya üzrə Alman alimi Hans tədqiqat aparma məqsədi ilə heyvanın büzdüm sümüyündən 3 həftəlik lenti götürərək digər 3 həftəlik rüşeym içində yerləşdirir və həmin lentin də inkişaf etdiyini görür. O lenti qaynadıb əzdikdən sonra yenə də rüşeymin içinə əkir və onun məhv olmayıb yenidən inkişaf etdiyini görür. Beləliklə o insanın məhz bu büzdüm sümüyündən yarandığını kəşf edir və rüşeym inkişafında nizamlayıcının rolunun kəşfinə görə Nobel mükafatına layiq görülür. Peyğəmbərimiz buyurub. O deyir, o sümük nədir? Heç zaman çürümür deyir. Allah da qiyamət günüdür, onu deyir, yenidən də yaradacaq. Baxın. Müasir anatomiyaya əsasən yetişkin hər insanın bədənində 360 oynaq mövcuddur. Yəni insanın bədənində. Peyğəmbərimiz bunu bilə bilərdi, vəhiy olmasaydı. Bu buradan gələcə buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. İnsanda 360 oynaq vardır. O oynağın hər birinə görə bir sədəqə verməlidir. Dedilər, kim onları etməyi bacarar? Ey Allah Rasulü, o dedi, məsciddə, yəni 2 rükət duha namazı onun əvəzini verir. Baxın, 360 oynağı olmasını müasir zamanda tapıblar. İnsanda 360 oynaq. Peyğəmbərimiz hardan bilərdi bunu, əgər vəhiy olmasaydı? Yaxşı, deyirsə 200 il sonra yazıb. 200 il sonra da bunu bilməzdilər. 1000 il sonra da bunu bilməyiblər. Deməli, Peyğəmbərimizin dediyi nədir? Vəhiydir. Baxın, misal üçün Peyğəmbərimiz dövründə İbrahim vəfat edən gün günəş tutuldu. İnsanlar dedilər, günəş İbrahimi vəfat etməsinə görə tutuldu. Peyğəmbərimiz dedi, günəş və ay heç kəsin ölümünə və ya həyatına görə tutulmur. Bunu görən zaman namaz qılın və Allahdan dua edin. Yəni, bu ay tutulması haqqında İngiltərənin Britannica ensiklopediyasının saytında və NASA'nın öz rəsmi saytında məlumat tapa bilərsiniz. Əvvəl də bu barədə Peyğəmbərimiz buyurub. Yəni, baxın, müasir alimlər dənizlərin altında 1000 dərəcə ilə ölçülən alovun olduğunu yalnız 1977-ci ildən bəri kəşf etməyə başlayıblar. Bu məsələni ABŞ-ın NASA agentliyi 2019-cu mart ayında dərc etdiyi aşağıda yanğın, yuxarıda buz, vulkanlar, buzlaqlar və dəniz səviyyəsinin qalxması məqaləsini tapa bilərsiniz. Abu Davud Beyhaqi Tabana rivayət edir ki, Peyğəmbərimiz buyurur ki, فَإِنَّ تَحْتَ الْبَحْرِ نَارِ وَتَحْتَ النَّارِ بَحْرًا. Həqiqətən dənizin altında od və odun altında dəniz vardır. Neçənci ildə yazıblar? 2019-da. NASA. 77-ci ildə kəşf etməyə başlayıblar. Peyğəmbərimiz nə zaman deyib? 14 əsr əvvəl. 200 il əvvəl bunu kim yaza bilərdi? Ona görə də Peyğəmbərimizin dediyi kəlamlar, hədislər nədir? Vəhiydir. Səhih hədislər nədir? Vəhiydir. Bunları heç kimsə Peyğəmbər özündən deyə bilməzdi. Və ya uydurmazsa Peyğəmbərimizdən sonra kim bunu uydura bilərdi? Müasir indi ortaya çıxıb. Alim. O gün bir şey də oxumuşdum hocam. Nobel mükafatı almışdı bir kişi. Deməli, professor
Deyir ki, Nobel mükafatını alandan sonra ondan soruşurlar ki, sən deyir bunu hardan öyrəndin? Deyir, mən Quranı oxuduqdan sonra deyir, öyrəndim və Quranı oxuduqdan sonra deyir, həqiqətən də mənim deyir təcrübələrimlə üst-üstə düşdü və neçə əsr bundan öncə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Əlbəttə ki. hədislərində buyurmuşdur. Yəni zaman keçdikcə hər şey ortaya çıxır. Onu görürəm ki, hədisə şübhə ilə yanaşanlar, yəni mütləq bundansa yaymalıdır, iman gətirir. Mütləq ona görə, yəni bu Peyğəmbərimizin kəlam, səhih hədislər də Allahın vəhyidir. Yəni biz niyə buna iman gətirməyək ki, şübhə ilə yanaşaq ki? Amma ortaya çıxanda baxırlar, bu inkarçılar çaşbaş qalırlar. Dünya alimləri ortaya çıxardanda çaşbaş qalır. Deyir 200 il sonra o məntiq tutulur. İnanırıq. 200 il sonra yazılıb hədislər. Bu 200 il sonra deyil, bu indi danışıblar bunu. 200 il sonra kimsə bunu özündən uydura bilməz Peyğəmbərimizin adından. Nədənsə biz dünya alimlərinə inanırıq, amma Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin buyurduqlarına heç inanmırıq. İmanın zəifliyindən irəli gəlir. Devam edəcəyik inşallah. İlahiyyatçımız Yaşar Qurbanovu dinləyirsiniz. Reklamlarımız var. Reklamlardan sonra isə iftar saatını, iftar vaxtını dinləyəcəyik inşallah. İftar vaxtını İrşad təqdim edir. 21 Mart Ramazan ayının 21-ci günü. Bakı üçün iftar vaxtı 19:08. İftar vaxtıdır, iftar saatıdır. İlahiyyatçımız Yaşar Qurbanovun təqdimatını dinləyirsiniz. Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz bu gözəl həm Ramazan günü, həm içində unutmayaq, bugün cümə günüdür. Cümə günün son saatları gəlir. Yəni duaların qəbul olduğu vaxtı gəlir. Yenə də dinləyicilərimizlə dua edəcək. Bu cümədən sonra artıq da bir cüməmiz qalır. Yəni Ramazan bitir. Bir cüməmiz qalır. Həqiqətən də cümə günündə duaların qəbul üçün çox önəmlidir. Bugün inşallah dua eləyəcək. Hamımız bir yerdə amin deyək. Uca Rəbbimiz dualarımızı qəbul eyləsin. Cümənin son saatları bugün çox-çox salavat deyən insanların həm duasının qəbul olması, həm salavatın faydaları çoxdur. Həmçinin də cümənin son saatları dualar qəbuldur. Üstəlik orucda halda, üstəlik yəni bütün xeyirlər üst-üstə toplanıb bugün axırda dua edəcək. Allah təala dualarımızı qəbul eləsin. Salavatı yenə də artırmalıyıq. Yəni cümənin son saatları olsa belə də yenə də salavatı artırmaq lazımdır. Baxın, deyək ki, o nə mürgü, nə də yuxu gəlməz. Kim? Allah təala. La ta'khuduhu sinatun və la nawm. O nə yuxulayar, nə də mürgüləyər. Bəzən insan bir məsələdə ümidsizliyə qapılır və onun həll olunmaz hesab edir. Lakin bir müddət sonra bu problemin necə həll olunduğuna şahid olur. Çünki Allah heç zaman yatmaz, mürgüləməz. O kainat idarə edir, hər şeyi mükəmməl şəkildə nizama salır. Bizlər yatırıq, Rabbul Aləmin isə hər şey idarə edir. Baxın. Sizə bir müjdə verirmi? Yaşlı olduğum halda mənə bir müjdəni verirsiniz. Kim demişdi bunu? Məryəm və ya digər peyğəmbərlər, Zəkəriyanın həyat yoldaşı. İnsan qəlbi həyatın ağırlığını daşıyır. Ölümün yaxınlığını düşünərək ümidsizliyə qapılır. Lakin Allahın izni ilə arzularını gözləmədiyi andan bir yerdən gerçəkləşir. Rəbbinə güvən. Kimə çox dua etmək nəsib olubsa, onun duası qəbul olunması yaxındır. Kim bütün ehtiyaclarını Allah'a həvalə edirsə, Allah ona öz lütfündən və mərhəmətindən bəxş edər. Baxın, bu sizin Rəbbiniz haqqında güman etdiyiniz şeydir. Siz ziyana uğrayanlardan oldunuz. O kəslər ki, Allah haqqında pis güman edirlər, pis zənn edirlər. Allah haqqında gözəl düşün. Çünki sənin düşüncən ya səni yüksəldər, ya da aşağı salar. Demək ki, olmayacaq. Elə bil ki, başımıza gələn çətinliklər Allahın bizə və yaratdıqlarına olan ədalətinin nəticəsidir. Çünki biz əməllərimizə görə bəzi şeyləri haqq edirik. Baxın, deyək, alimlərdən birisi övladına belə nəsiyyət edərdi. Xeyri niyyət et. Çünki sən hələ də xeyr niyyət etdiyin yaxşılıqda israrlısan və Allah səni ona doğru yönələcəkdir. Yəni, daimi qəlbindən xeyir niyyət olsun. Yaxşı əmələ edəcəm, əl tutacam. Yəni, insanlara qarşı gözəl davranacam. Sən xeyir niyyət etdikcə Allah təala sənə xeyir qapılarını açacaq, deyir. Baxın, deyir ki, salihlərdən birisi Əhl ibn Qeys bir gün dayıma deyir, qarın ağrısından şikayət etdim.
O qarının nahiyəmə toxundu və dedi, əgər başına bir şey gəlsə, onu heç kimə şikayət etmə. Çünki insanlar iki cürdür. Biri dostundur, səni dinləyib təsəlli verər, digər isə düşmənindir. Sənin kədərinə sevinməsin. Dostun üzülməsin, düşmənin sevinməsin. Baxın, altıra buyurur, biz onların Rəbbinin onlara daha xeyirli bir şey verməsini istədik. Həyatda itirdiyimiz hər şey həqiqi bir itki deyil. Çünki Allah bir nemət alırsa, onun əvəzinə daha xeyirlisini verməyə qadirdir. Arzuları nə qədər dalğalarla uzaqlaşsa da, ruzi nə qədər sahillərdən uzaqlarda olsa da, dua etməyə davam et. Çünki dua uzun yolları qısaldır və nə edir? İstəyini verər. O hər işini düzəldər. Allaha təvəkkül eylə. O sənin işlərini öz hikmətlə yoluna qoyacaq, narahatlığını aradan qaldıracaqdır. Qəlbindəki sarsıntını mərhəməti ilə sağaldacaq. Biz onu uşaqkən anasına qaytardıq ki, gözü aydın olsun Musa Peyğəmbər hadisəsi. Bəzən sənin üçün bir şey qaranlıq kimi görünə bilər, lakin o əslində sənin üçün bir işıqdır. Hətta sənin üçün itki kimi görünsə belə. Əgər səhərə qədər yuxusuz qalsan, unutma ki, sübh həmişə doğacaqdır. Nə qədər uzun olsa da, gecənin sonunda işıq var. Beləliklə, sınağa çəkilmiş insanlara müjdə verin. Böyük mükafat yaxınlaşır, sevinc də gələcək, sıxıntılar da keçəcək. Əgər insan səy göstərərsə, Allaha yönələrsə, istiğfar edərsə və ona Allaha sığınarsa, Allah ona öz lütfündən elə bir güc qüvvət verər ki, onun ağlına belə gəlməz. Əstəğfirullah, baxın, əstəğfirullah, daimi, Allaha güvənmək, yönəlmək, Allaha sığınmaq, Allah deyir ona ummadığı yerdən öz lütfündən verir. Ona görə sübh çağında denə, Ya Hayy, Ya Qayyum, La ilahe ilə ənd, bir rəhmət kəslər. Ya Hayy, ey daimi yaşayan, Qayyum, kainatı idarə edən, La ilahe ilə ənd, səndən başqa ibadətə la haqq məbud yoxdur, rəhmət ilə sənə yalvarıram. Bu nə deməkdir? Həm istiğfar, həm Allaha sığınmaq, həm də çalışmaq. Baxın, deyir ki, xəstəliyin ağırlığını hiss edənlərə müjdələr olsun. Onları xəstəlik yerə oturtsa da, bu günahlarının bağışlanmasına səbəb olacaqdır. Çünki nə deyir alimlərdən birisi? Onlar deyir, qızdırmadan əziyyət çəkdilər, amma bu, keçmiş günahlarla kəffarə olurdu. Peyğəmbərimiz buyurur ki, qızdırmanı söyməyin, deyir. Olaraq insanlar bu nə xəstəlidir? Çünki o deyir, günahları silir. Rəbbinin mələklərindən bir dəstə onun ətrafına dövr edildi. Halbuki onlar yuxuda idilər. Sən yatarkən belə dünya dəyişir. Çünki onu idarə edən heç vaxt yatmır. Sabah oyandığında vəziyyətinin daha yaxşı, ruzunun daha bol və nemətlərin daha çox ola bilər. Allahın bizə yetərli olduğunu və o nə gözəl vəkildir. Rəbbimiz bizə kifayətdir. Əgər xoşbəxt yaşamaq istəyirsənsə, özünü başqalarıyla müqayisə etmə. Unutma ki, sənin həyatının başqalarından fərqlidir və Allah sənin üçün xüsusi bir talih yazıb. Həmişə Allaha həmd olsun de. Keçmişdə üzüntü verən hər şey bir gün sevincə çevriləcək. Tam sevinç və rahatlıq yalnız cənnətdə olar. Baxın, nə deyir? Sınağı gözəl qarşılayın. Çünki onlar yolda keçici bir dayanacaqdır. Allah isə kərimdir. Mömin üçün hər şey xeyirlidir. Hətta ayağına batan tikan belə günahlarına kəffarədir. Deyir, kədərlənməyin. Kədər insanı Allahın yolundan uzaqlaşdıran maneələrdəndir və iman məqamlarından biri deyil. Allah hər şeyi yalnız müəyyən bir məkanda və vaxtda əmr etmişdir. Rəbbinə güvən, o hər şeyə qadirdir. Allah səni himayə edərsə, heç kimsə sənə toxuna bilməz. Ona görə də qəlbini ucalar ucası Rəbbinə bağla. O hər şeyə qadirdir. Və bir şeyə ol deyər, o da nədir? Dərhal olar. Çünki Rəbbin güclüdür. Həmçinin gözəl bir fayda, baxın, son gecələrdir. Yaxşıdır ki, insan evinin bir hissəsini ibadətgaha çevirsin, bir güşəsini ibadətgaha çevirsin. Nəyə görə? Deyək ki, evin genişsə bir otaq, geniş deyilsə evinin bir güşəsini. Çünki o namaz qılan yerdə bərəkət vardır. Ona görə Peyğəmbərimizin yanına gələrdilər sahabələr.
Deyərdilər ki, ey Allahın Resulü, gəl bizim evdə bizə namaz qıldır. Nəyə görə? Çünki o yer nədir? Bir orada bərəkət var. Evlər Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. İnsanların ürəklərinə rahatlıq gətirir. Onların içində özlərini təhlükəsiz hiss etməyə səbəb olur. Allah təala buyurur, Allah sizin üçün evlərinizi məskən etdi. Peyğəmbərimiz buyurur, insanın xoşbəxtinə səbəb olan 4 şey var. Salih qadın, geniş ev, yaxşı qonşu və rahat minik. Bunları Peyğəmbərimiz s.ə.v xoşbəxtlikdən adlandırıb. Bəzilərində tam olur, bəzilərində qüsurlu olur. Ona görə bu böyük nemətə şükr etmək Allaha itaətdir. Onu zikr etmək Allahı unutmamaqdır. Yəni bir müsəlman öz evində namaz üçün bir otaq ayırsın, evi genişdirsə, yoxdursa evin bir küncünü, bir güşəsini, bu otaq onun ailəsinin, övladlarının Rəbbinə dua etdiyi, onu zikr etdiyi, adını çəkərək təriflədiyi yer olsun. Niyə görə? Mələklər sevərlər belə yerləri. Evində bir məscid qurmaq və ya xüsusi bir güşə təyin etmək, nafilə namazlarını qıl, vacib namazları qıl, orada səcdə edirsən, oranı təmiz saxlamaq, nə gözəl əməllərdən birisidir bu. Baxın, hanı bizdə sahabilərin evlərində namaz məscid var idi, yəni otaq. Hanı bizim evlərimizə namaz otağı? Evlərimizdə hər şey üçün otaq var. Amma namaza gələndə balaca bir güşəmiz belə nədir? Yoxdur. Ona görə də evdə belə bir insan öz üçün yer ayırmalıdır. O yerdə səcdə, o yerdə dua, Allaha yalvarırsan. Baxın, nə deyərdi? Sizdən biri evində məscid tikmədikcə qapısından çıxmasın. Nə demək məscid tikmək? Yəni namaz üçün yer ayırmaq. Çünki mələklər ora gəlir. Baxın, bir gün Ummu Həmid Əs-Səadiyyə deyir ki, sahabə qadın, ya Rasulallah, mən səninlə namaz qılmaq çox sevirəm. Mən sənin namaz qılmaq sevdiyini bilirəm, lakin evində namaz qılmaq daha yaxşıdır. Qadın evində uzaq bir yerdə idi. Məscidə gəlmək istəyir. O zaman nə elədi? Peyğəmbərimiz s.ə.v getdi onun evində namaz qıldı. O yeri özün üçün namazgah etdi. Baxın, sahabilərin yaşadığı bir gözəl ibadət. Yəni evdə məscid bu deməkdir. Ev sahibinin ibadət məqsədlə ayırdığı bir yer olub, orada namazlarını qılır, orada Quran oxuyur, Allah zikr eləyir. Yəni bu ən gözəl əməllərdən birisidir. Baxın, evlərdə məscid qurmaq fəsli açıb alimlər kitablarında. Bu həmçinin tərk edilmiş bir sünnədir. İnsanlar bunu nədir? Unudublar. Baxın, deyir ki, Əbu Hüreyrə, Ənsardan bir nəfər gəldi, dedi, ey Allahın elçisi, gəl evimdə bir məscid üçün yer seç və orada mənim üçün namaz qıl. Peyğəmbər bunu qəbul etdi, bu yerdə namaz qıldı. O yeri namaz qılan yer seçərdilər. Baxın, nə gözəl bir əməllərdən birisi. Bir nəfər, ey Allahın elçisi, gözlərim zəifləyib, səni görməyə belə çətinlik çəkirəm. Məscid məsafə nədir? Uzaqdır. Əgər evimə gəlib, orada mənə namaz qılsan, həmin yeri mənim üçün namaz məkanı edərəm. Peyğəmbər onun istəyini qəbul etdi. Ən gözəl əməllərdən birisi. Evin bir hissəsini məscid üçün seçmək. İbadətxana, ev genişsə otaq olsun, ya da ki, evin bir güşəsi. Bunu edirdilər Peyğəmbərimizin sahabiləri və ən gözəl əməllərdən birisidir. Və burada nədir? O yerdə bərəkət olar. O yerdə sevinc olar. Çünki orada daimi neynirsən? İbadət edirsən. Həmçinin evdə məscidin faydaları nədir? Allah əlaqənin gücləndirilməsi. Söz və əməldə ixlas. Ailə üzvlərinə namaz öyrətmək. Uşaqları tərbiyə etmək ən gözəl şey. İbadətə təşviq. Peyğəmbərin sünnəsinin yaşadılması ailə bağlarının deyil, güclənməsi. Görün, nə qədər fayda var. Nəyə görə? Çünki Peyğəmbərimiz buyurur ki, namazlarınızı evlərinizdə qılın və evlərinizi qəbirstanlığa çevirməyin. Çünki qəbirstanlıqda namaz qılınmaz. Evlərinizi deyir, qəbirstanlığa deyir, çevirməyin deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Yəni, bəzən olur ki, insanlar gedir ancaq vacib namazları məsciddə qılırlar. O zaman müstəhəb namazları evində qıl. Məsciddə bu gözəl olsun, yəni. Orada var, bərəkət var. Çünki evlərdə məscidlər nə üçün? Xeyir və bərəkət mənbəyidir. Baxın. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, biriniz namazını bitirdikdən sonra məscidindən evinə də bir pay ayırsın.
Yəni vacib namazları peyğəmbərimiz də qılardılar, sahabelər, sünnəli, müstəhəbləri evdə qılardılar. Çünki Allah onun evində etdiyi namazı xeyir və bərəkət mənbəyi edər deyir. Həmçinin savabları artar, dərəcələr yüksələr. Evinizdə namaz qılın. Çünki bir kişinin ən yaxşı namazı fərz namazı istisna olmaqla evində qıldığı namazdır. Baxın, getmişsən məscidə. Vacib namaz, əlbəttə ki, vacib namaz ən üstün namazdadır, məsciddə qılınan namaz. Vacib namazı qıldın. İndi hər vacib namaza bağlı müstəhəb namaz var. O müstəhəb sünnə namazını məsciddə qılmaq yaxşıdır, yoxsa evdə? Əlbəttə ki, evdə qılmaq daha üstündür. Çünki nəyə görə? Evlərinizi deyir, qəbirstanlığa çevirməyin deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Bəli, bəli. Yəni ona görə bu ən gözəl nədir? Əməllərdən birisidir. İnsan evində bir yer ayırar, xüsusi bir yer, balaca bir yer, yəni ora bir səccadəsini qoyar, oranı fərqləndirər. Yəni bəzən də görürsən ki, ora gözəl bir məscid kimi bir şəkil qoyurlar belə, sanki minarədir deyə. Bəziləri mən görmüşəm, dinləyicilərimiz çox gözəl hazırlayıblar. Yəni balaca bir güşədir, sanki məsciddir, qiblədir, səccadəsini qoyur, o yeri təmiz saxlayır. Baxın, həmçində belə bir şəkildən qoymaq olar, sanki məscid minarəsi kimi. Ona görə də bu dinimizdə o yerlərdə deyir, bərəkət var, o yerlərdə xeyir var deyir, savabdır. Peyğəmbərimiz buyurur ki, yəni əlbəttə ki, vacib namazlar məsciddə qılınır, amma müstəhəb namazların evlərdə qılınması savabdır. Qadınların isə evlərdə qılması məsciddə qılmasından daha savabdır. Ona görə də yəni evlərdə bunu etmək, bu bərəkət mənbəyini etmək lazım evlərdə. Balaca bir güşə, hətta bir dinləyicimiz şəkli göndərmişdi, çox xoşuma gəldi. Yəni sanki belə bir yer ayırıb, xüsusi bir sanki bir minarə düzəldib, amma kartondan bir minarə düzəldib, məscid şəkli, çox gözəl bir şeydir. Həqiqətən çox sevdim. Yəni həqiqətən də bu gözəl əməllərdən birisidir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sahabeləri onu edərdi. Baxın, həmçinin deyir ki, Peyğəmbərimizdən icazə istədi. Peyğəmbərimiz ona icazə verdi və daha sonra evində harda namaz qılmağımı istəyirsən? Peyğəmbərimizin evinə Peyğəmbərimiz qonaq gəlir. Deyir ki, icazə ver, namaz qılım. Sonra deyir ki, harda istəyirsən? Dedi ki, ev sahibi o yerdə. Nəyə görə? Ondan sonra o yeri deyir, evində məscid elədi. Yəni hər kəs bunu evində eləyə bilər. Baxın, evin hər tərəfində qılmaq olar. Bu müstəhəb əməllərdən birisidir. Amma evdə bir yerdə edəndə, həmişə orada qılanda sanki bir orada insan bərəkət hiss edir. Daim orada qılırsan, dua edirsən, ailə fərdləri də orada qılsın. Orada bir sanki bir bərəkət var. Çünki o yerdə həqiqətən də mələklər gəlir. Çünki namaz qılınır, dua edilir, o yerdə Quran oxunur. Yəni bunu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sahabelər ediblər. Xüsusilə qadınlar ediblər çox buna. Peyğəmbərimizi çağırardı, ey Allahın Rəsulü, səni qonaq çağırıram evimə. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə edirdi? Qonaq gedərdi. Qonaq gedərdi, evində yemək yerdi. Deyərdi, ey Allahın Rəsulü, indi bizim üçün namaz qıldır. Peyğəmbərim namaz qıldırardı, həmən yeri namazgah edərdilər. Hocam, amma indi bəzi evlər balacadır, məsəl üçün bir otaq evin bir tərəfində bir səccadə qoyan yer də kifayətdir. İmkanına görə, yəni bu vacib əməl deyil. İmkanına görə, yəni evin bir güşəsi, balaca bir yerdə də səccadə qoyub onu edə bilər. Yataq otağında olar mı məsələn? Əlbəttə ki, yataq otağında da olar. Bəzən soruşurlar ki, yataq otağında namaz qılmaq olar, niyə olmur? Yataq otağında Quran oxumaq olar, niyə olmur? Olar. Bəzən soruşurlar ki, mən Quran yataq otağımda saxlaya bilərəm. Əlbəttə saxlaya bilərsən. Həmçinin baxın, bu ev məscidləri Məkkə dönəmində də olub. Misal bunu ilk dəfə edən kim idi? Əbubəkir, Həzrət Əbubəkir. Evinin həyətində bir məscid var idi onun. Orada namaz qılıb Quran oxuyardı. Nəyə görə? Məkkədən hicrət etmək istəyir ki, namaz qılmağa imkan vermirlər deyə. Sonra yolda görür onu Qureyşlər ki, sən kimi insan evindən çıxarılmaz. Kəbədə namaz qılmağa qoymurlar və ona icazə verirlər ki, evində. O da neyini? Evini, həyətini məscid edir. Yəni balaca bir yer. Orada namaz qılır, Quran oxuyur. Sonra nədir? Narahat olurlar ki, onun səsi deyər, insanlar gəlib baxardılar ki, orada neyinir deyə. Bu ilk dəfə İslamda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Əbubəkirə buyurur.
o evinin həyətində özü üçün namaz qılan səcdəgah yer etmişdi. Yəni bu gözəl əməllərdən birisidir. Yəni bu insan evinin bir güşəsini eləyə bilər. O həqiqətən də deyir, xeyir bərəkət üçün deyir, əməllərdən birisi. Yəni bu müstəhəbdir, vacib əməl deyil. İstəyən edər, istəyən etməz. Sadəcə gözəl müstəhəb əməllərdən sayılır. Yəni kim bunu edərsə, yəni istəyən edər, istəyən etməz. Burada bir vacibiyyət yoxdur, yəni əlhəmdülillah. Amma ki bu gözəl əməllərdən birisidir. Hocam olar mı suallara keçək? Bəli, keçək suallara. 055 201 1005 bizim WhatsApp nömrəmizdir və sualları artıq tək-tək səsləndirməyə başlayıram. İlk sualı göndərən dinləyicimizdən başlayırıq sualı səsləndirməyə. Allah sizdən razı olsun. Qadın səslə, avazla Quran oxuya bilərmi? Öz evində əlbəttə oxuya bilər. Öz evində qadın öz evində oxuya bilər. Bir dinləyicimiz soruşur ki, bugün hansı gündür? Bugün bəli, həmçində Ramazanın 21-i Həzrət Əlinin şəhid olduğu gündür. Allah razı olsun. Yəni bəli, şəhid olan gündür. Ramazanın 21-ci günü şəhid olan gündür. Şəhid olan gün. Dinləyicimiz soruşur ki, məlumat düzgün? Bəli. Bir də zəkat ancaq bayramdan bir gün qabaq çıxmalıdırmı? Deyirlər bayram axşamı kimin evinə getsəz zəkatınız o adamın boynuna düşür. Bu fikir nə dərəcədə doğrudur? Yox, elə bir şey yoxdur kimsə boynuna düşür. Fitrə zəkatı bayramdan 1-2 gün əvvəl çıxarılır. Hansı halda başqasına vermək olar? Misal üçün deyək ki, insanların çoxu deyir ki, mən bilmirəm kimə verim. Belə olur ki, misal üçün bəzi məscidlərdə bu kampaniya keçirilir. Məscidlər, filan şəxslər kartla pulu atırlar ona, misal üçün. O 1 nəfər, 3 nəfər, 6 nəfər yığışırlar bir yerə, misal üçün onunla gedirlər, alırlar, qida məhsulu paylayırlar. Həmən etibar etdiyin insanlar da amma onu nə zaman verməlidirlər? Bayramdan 1 və ya 2 gün əvvəl. Beləncə pulu əvvəlcə vermək olar, sənin yerini alıb paylasınlar. Amma etibar etdiyin şəxslər olmalıdır. Niyə? Onun fitrə sədəqəsinin vaxtı nədir? Bayramdan 2 gün əvvəl, 1-2 gün əvvəl. 1-2 gün əvvəl. Sizi hər gün dinləyirik. Mənim 3-cü sinifdə oxuyan oğlum var. Sizi hər gün dinləyirəm deyə gedib nənəsinə də Yaşar Qurbanov tapıb Instagramda deyib ki, nənə, mama hər gün dinləyir, bundan sonra sən də dinlə. Bir sualım vardır. Mən çox zikr edirəm. Yuxuda belə çoxlu əstağfurullah zikrini etmək və hər kəsə də bu zikri edin demək necə sayılır? Əstağfurullah zikri ən əzəmətli zikirlərdən birisidir. Əlbəttə ki. O qədər edir ki, yuxusunda da görür hocam. Və bunun mənası nədir? Mənası odur ki, gözəldir ki, o gör o zikrə nə qədər sarılıb ki, həqiqətən də onu sevib ki, artıq onu neyini yuxuda görür. Yəni onun çox-çox zikr etməsinin yəni necə deyirlər, bəhrəsidir. Yaşar müəllimdir. Firon rəblik iddiasındaydı, yoxsa Allahlıq? Deyir 64-cü ayə var. Allah həm rəbdir, həm ilahdır. Amma hər rəbb Allah deyil. Ali İmran 64-cü ayə. İlahlıq yəni, ilahlıq orada Fironun dediyi, iddia etdiyi İlahlıq, Rəbb eyni mənada gəlir. Rabbul aləmin, göyləri, yerləri yaradan ilah sifət nədir? İbadətə layiq edilən. O, ənə rabbukumul ə'lə, mən sizin uca Rəbbinizim dedi. Rəbb iddiasındaydı o. Dedi ki, mən sizin Rəbbinizəm. Yəni burada ilah, Rəbb eyni mənada gəlir. Onun iddia etdiyi, Firon iddia etdiyi eynidir. Yəni mən sizin ilahınızam, mən sizin Rəbbinizəm. Amma məsələn deyilən ki, məsələn Allahın Ər-Rəbb adına, ilah adına fərqi nədir? Ər-Rəbb deməkdir, rubiyyət sifəti. Allah təala göylər, yerlər yaradıb, xalaqa səmavati və la göylər, yerlər yaradıb. Bir də uluhiyyə nə deməkdir? Yəni əgər göylər, yerlər yaradan Allahdırsa, ilah da odur, ibadət ancaq ona edilməlidir. Allahın deyirlər ki, uluhiyyə sifəti, yəni ilahlıq sifəti, yalnız ibadət ona edilməlidir. Firon isə ikisini iddia edirdi. Yəni həm deyirdi Rabbam, həm deyirdi ilahım. Rabbukumul ə'lə. Və deyir ki, mənim sizdən başqa ilahınız yoxdur. Günorta yuxusunda saçımı kimsə yolurdu, sanki canlı idi. 3 dəfə çəkdikdən sonra keçdi, canlandırdı, amma qorxmadım. İmandayım, zikirlərim də var. Nə ilə əlaqəli ola bilər? Vəsvəsələrin təsiri olurmu? Əgər olursa, niyə belə olur? Vəsvəsə də ola bilər. İnsan yuxuda başqa bir şey də görə bilər. Narahat olmayın. Sadəcə zikirləri, duaları dilinizdən düşürməyin. Orucluyken qaytarmaq orucu pozurmu? Xeyr, orucu pozmur. Yəni qeyri-adi qaytarmaq orucu pozmur. 12 ildir sizi sevə-sevə dinləyirəm. İndi sizdən bir xahişim var. Yaşar müəllimə deyin ki, mənə dua etsin, mənə bəla baş verdi, məndə onkoloji xəstəlik tapıldı. İndi müalicə alıram hələ ki. Allah şəfa versin o dinləyicimizə və bütün xəstələrimizə Allah şəfa versin. Amin.
Allah da bütün xəstələrimizə bu Ramazan, bu gözəl Ramazan gecələrində şəfa versin. Amin. Salam, yoldaşım namaz qılandır, lakin çox səbirsiz və çox əsəbidir insanlara qarşı da bəzən kobud danışır və əsəbləşən kimi mənə söyür. Mənə isə namaz qılmağın vacib olduğunu və qadının hər zaman kişiyə tabe olması gərəkdiyini deyir. Namaz qılan birisində bu xüsusiyyətlərin olmağı nə dərəcədə düzgündür və bunlar onun ibadətlərini batil edirmi? Belə hərəkətlər isə məni namazdan soyudur. O böyük səhv içərisindədir. Əslində o daha səbirli olmalıdır. Üstəlik Allaha səcdə edən insan özünü düzəltməlidir, özünü islah eləməlidir. Yəni namazına təsir edir ki, onun əxlaqında problem var, əxlaqına təsir edir və yəni yersiz əsəbləşmək və ya təhqir etmək bu deməli əxlaqi dəyərləri zədə alır və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü mənə ən yaxın olan insan əxlaqlı olan insan olacaq. Deməli əxlaqı olmayan insanlar Peyğəmbərimizdən uzaq olacaqlar. Yəni namazı ibadət qəbul edən Allahdır, amma ki o ibadətini quru-quru edir. Yəni belə səmimi qəlbdən ibadət etmiş olsaydı, o birinci tərbiyəli olardı, səbirli olardı, ailəsinə qarşı belə olmazdı. Allah onu islah eləsin. Amin. Hocam, ümumiyyətlə bu məsələdə kişi daha mı güclü olmalıdır din məsələsində, yəni? Din məsələsində güclü olma məsələsi deyil. Sadəcə niyə qadın da var ki, misal üçün kişidən güclüdür din məsələlərində. Sadəcə insan... Yəni dinimizə görə, yəni dinimiz kişi daha mı güclü olmalıdır və qadını da yönləndirmə? Yoxsa elə bir şey yoxdur? Yox, o məsələ deyil. Yəni orada ailə məsələlərində hər tərəf yəni bir-birini anlamalıdır. Kişinin üzərinə düşən öz vəzifələri var, qadının üzərinə düşən öz vəzifələri var. Hamısı öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Aydındır. Fitrə zəkatı yalnız Ramazanda oruç tutan üçünmü çıxarılır, yoxsa necə? Fitrə zəkatını oruç tutanlar çıxardılır. Bir də ki, kimlər çıxardılır? Oruç tuta bilməyib, misal üçün xəstəlikdən dolayı tuta bilməyib və yaxud da ki, yaşlı atalarımız, analarımız tuta bilmirlərsə, onlar da çıxardır fitrəni. Fitrə yəni nə üçündür? İnsanın orucda olan qüsurlarını təmizləyir. Yəni qüsurları aradan qaldırır. Hər birimizin orucda səhvimiz var. Fitrə həm kasıblar üçün bir yeməkdir, həm də ki bizim etdiyimiz qüsurları aradan qaldırır. Yəni orucu kamilləşdirir. Əgər bir ailədə uşaq olmursa, bunlar mütləq boşanmalıdır. Qadın xəstədir. Yəni problem qadındadır da hocam. Mütləq deyə bir şey yoxdur. İndi o ailənin öz seçimidir. Boşanırlar, qalırlar. Yəni onu hər ailə bir cür yanaşır. Məncə uşağı olmayan qadını boşamaq nə dərəcədə doğrudur? Məncə yaxşı bir şey deyil. Amma ən azından bilmirəm. Mən bu məsələdə biraz fərqli düşünürəm, amma nəysə. Deyirlər ki, dırnaq tutulduqda dəstəmaz kəsilir. Bu doğrudurmu? Yox, dırnaq tutulduğunda dəstəmaz pozulmaz. Və bir də soruşurlar dinləyən çox ki, gecə dırnaq tutmaq olarmı? Olar. Gecə qadağan deyil dırnaq tutmaq. Yataq otağında namaz qılmaq məsələsi hocam. Əlbəttə qıla bilərsiniz. Nisa surəsindəki əmlak bölgüsü dinləyicimiz hər gün yazır bunu. Oxuyarıq onu inşallah. Hocam onu unutmayın inşallah bir gün. Xahiş edirəm sizdən bu sualıma cavab verəsiniz, amma heç bir şey yazmamışsınız bu arada. Vaxtilə tanınan din xadimi dünyasını dəyişirsə, onun üçün nə istəyə bilərik Allahdan? Hər zaman dua eləmək. Kimsə dünyasını dəyişsə də, hər birimizin nəyə ehtiyacımız var? Bağışlanmağa ehtiyacımız var hər kəsin. Yəni, insan dünyasını dəyişirsə, dua eləmək lazım ki, Allahım günahlarını bağışla, qüsurlarından keç. Yəni, kimisi dinli xadimin də qüsurları var, alimin də qüsurları var, müştəhidin də qüsurları var, hər kəsin qüsurları var. Bir insan dünyasını dəyişirsə, dua edir ki, Allahım günahlarını bağışla, məkanını cənnət elə, qüsurlarından keç. Hər kəsə edilən dua. Yəni, necə valideynlərimizə dua ediriksə, dini xadimə də elə dua edirik, başqasına dua edirik. Yəni onlar üçün xüsusi bir dua yoxdur ki, seçilsinlər. Xeyr, o da Allahın bir quludur. Dua edir ki, Allah günahlarını bağışlasın. Hər kəsin səhvi var. 14 yaşım var, oruçluq girəndən tuturam, qəzam yoxdur. Bunun savabı çoxdurmu? Maşallah. Yəni tam tutursan da qəzadı saxlamırsan. Maşallah. Hocam 2 ildir sizi dinləyirəm. Heç nə oxumamışdım imtahana gedəndə. Universitetə gedən yolda çoxlu əstəğfurullah dedim. İmtahanda 50-də 50 yığdım. Yox, oxumusunuz, demirsiniz, oxumamışsınız, oxumusunuz. Yox, oxumusunuz, oxuduğunuzu cavab vermişsiniz. İnsan oxumalıdır, həmçinin Allaha zikr etməlidir, dua etməlidir. Amma sən çalışmadan olmaz, çalışmalısan. Bu il Kərbəla ziyarət... Bu dinləyicimdir ki, Səcdə surəsində səcdə hansı ayədədir? Quran-ı Kərimi açın, orada oxuyun, orada görəcəksiniz ki, hansı ayədə yazılıb. Yəni bu dinləyicimiz çox yazır.
Kərbəla ziyarətinə getməliyik anamla. Hacıdan dua istəyirəm. Yəni özünüz dua edin. Allah hər kəsi Nəsib müvəffəq eləsin eləsin. inşallah. Allah müvəffəq Amin. eləsin. Amin. Hocam, mən niyyət etdim, gücüm çatdığı qədər oruç tuturam. 5 gün tuta bildim. Qalan günü tuta bilmədim. Günahdır-mı? Qalan günü tuta bilmədi, nəyə görə tuta bilmədi? Yəni Onu xəstəliyə yazın. görə tuta bilmədi, nəyəsə görə tuta bilmədi. Onu açıq desin ki, biz deyək onu. Yer kürəsi nəhəng və yumrudur və gecə bütün dünyada eyni zamanda olmur. Qədr gecəsi necə olur o zaman? Məsələn, biz gecə inanıb gecə dua edirik, o bir tərəfdə gündüzdür. Zəhmət olmazsa dua izah edəlim. Sən Qədr gecəsini keçir, hər şey Allahın əlindədir. Qəbul edən uca Allahdır. Sən niyə narahat olursan ki? Sən tək gecə budur keçir. Allah üçün yəni zaman anlayışı, yəni Allah hər şeyin sahibidir. Allah sizdən razı olsun. Yazıb, uşaq soruşur. Biz niyə Kəbədə namaz qılırıq və Kəbədə fırlanırıq deyir. Çünki tavaf etməyi Allah təala buyurur. Fəliyattavu bil beytil atiq. Əl-Bəqərə surəsi. Deyir, bütpərəstlikdirmi bu? Uşaq soruşur bu sualı. Xeyr, bütpərəstlik deyil. Bütpərəstlik gedib qəbirdən istəməkdir, qəbri tavaf eləməkdir. Bu axı Allahın Kəbədir bu. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vaxtında da misal üçün bütpərəstlər Kəbənin ətrafına bütlər dikmişdilər, onu tavaf edirdilər. Amma o qadağan olundu. Amma Kəbənin tavafını Allah təala buyurub Quran-Kərimdə Əl-Bəqərə surəsində. O Kəbə tavaf edir çünki Allah da oranı ibadət yeri seçib. Bayramınız mübarək olsun. Hocam, mən neçə illərdir ölən qohumlarımı tez-tez görürəm. Yuxuda bu nəyə işarə ola bilər? Onlar üçün çoxlu dua eləyin. Yəni çoxlu dua eləyin ki, Allahım məkanlarını cənnət elə. Yuxuda kimi görürsə, onlar üçün dua eləməliyik. 14 yaşım var, 9 yaşımdan oruç tuturam, 3 ildir namaz qılıram. Bilmədən anamın üstünə qışqırıram və küfür edirəm. Bilmədən olur. Qədr gecəsinə tövbə etdim. Olmaz. Sən döylərsən ha. Böyük günahdır, olmaz. Valideynin üzərinə qışqırmaq olmaz. Yəni bunu bir dəfəli bilin. Allah təala buyurur ki: "Və la taqul lahuma uffin." Onlara öf belə demədi. "Və la tenherhuma." Yəni öf belə demək olar. Uf sözü ən yüngül sözdür. Onu belə deməyi Allah təala nə edir? Qadağan edir. Qaldı ki, qışqırmaq. Bir dənə bu çox maraqlı sualdır. Uruf tutub anlayışı nədir? Uruf tutub bilmirəm o nə deməkdir. Ruh tutub, uruf tutub. Səhv yazıb, ruh tutub. Ruh tutub eləmir insanlar. Yəni insanı Bəzən deyirlər ki, hocam ruh tutub səni. Yox, insanı ruh tutma deyə bir şey yoxdur dinimizdə. Yəni o yanlış etiqaddır. Ruh tutmaz insanı. Bəzən insan olur ki, pis yuxu görür və yaxud da misal üçün cin toxunur və s. Bunu deyir ki, ruh tutub. Ruhlar insanı tuta bilməz. Ruhlar Allah dərgahındadır. Oradan buranı gəlib səni tuta bilməzlər, narahat olma. Yuxuda deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin görməyidir. Gözəl yuxudur. Baxın, dedi ki, gözəl yuxuları öz həyatınıza uyğun, gözəl yozun. Yəni mən sənin həyatını mən necə bilirəm? Sən özün bilirsən, sən nəyə ehtiyacın var, nə işin var, nə problemin var, ona uyğun yozun. Bir dinləyicimiz də o qədər yazır ki, yuxuda pişik görmək. Pişik görmək, pişik deməli gözəl heyvandır. Hər müsəlman mömindirmi? Cənnətlə müjdələnən mömin kimə deyilir? Cənnətlə müjdələnən, yəni hər bir, bax, müsəlman başqa şeydir, sonra gəlir mömin. Müsəlman nə deməkdir? Yəni İslam gəlir birinci. İslam yəni Allaha şəhadət kəlməsi gətirmək, İslam'a daxil olmaq. Mömin ondan yüksək dərəcədir. Misal üçün, mömin, müsəlman neyini? Vacibləri yerinə yetirir. Amma mömin isə vaciblərini yerinə yetirir, müstəhəbləri yerinə yetirir, haramlardan çəkinir. O ondan sonra gələn, yəni o insanın imanın artması deməkdir. Qonağımızı salamlayıram. Bir sual vermək istəyirəm. Qadın adət halında məscidə, ziyarətə gedə bilərmi? Sualı belədir. Adət halında getməsin, yox. Adət halında məscidə getməsin. Bu Qədr gecəsində çox soruşurlar ki, mən adət halında məscidə gedim. Qədr gecəsində ümumiyyətlə belə məscidə getmək belə bir məfhum anlayış yoxdur. Peyğəmbərimiz öz evində keçirərdi. Yəni öz evində keçir Qədr gecələrini. Yəni Qədr gecəsi ehtimal olunan gecələri. 25 ildə oruç tuturam, 20 ildə namaz qılıram, dualar edirəm, zikirlər edirəm. Oğlum üçün çox dualar edirəm, amma onun işləri heç düz gəlmir. Bəzən hirslənir, üsyan edir, mən onu sakitləşdirirəm. Ona da deyirəm çoxlu dualar etsin. Siz ayrı nə məsləhət görərdiniz, indi eşidir. Ancaq dua eləmək, bir də Allahdan qorxsun. Yəni valideyninə belə incidirsə, yəni valideyn bəddua eləməsə belə Allahın qəzəbinə düşər ola bilər. Düşün ki, sən valideyn incidəndə Allahın qəzəbinə düşər olsan,
kim səni Allahın qəzəbindən xilas edəcək? Sonra bütün həyatın məhv olar, sonra valideyni də gözü yaşlı qoyarsan, valideyn də sənin üçün ağrı ki, ona görə də eləmə bunu, eləmə. Allah da qadağan edib, deyir ki, üf belə deməyin, deyir. Yəni, Allah da xüsusilə, yəni, əmr edir. Baxın, nə deyir Peyğəmbərimiz s.ə.v? Bəzi günahlar vardır ki, Allah Teala onun əzabını, intiqamını bu dünyada verir, ahirətə saxlamır. Nədir? Əl-uquq, valideynlərin üzünə ağ olmaq, valideynləri incidmək, saxlamır Allah Teala ahirətə. Bu dünyada verir cəzasını. Nə qədər insanlar vardır ki, valideynin üzünə ağ olub incidiblər, İnanın, həlak olublar, məhv olublar. Bugün də elə bir gündədir ki, gecə-gündüz ağlasalar da deyirlər ki, kaş ki mən bunu etməyərdim. Amma kaş kilər fayda vermir. Dəstəmazlı halda məsciddə yatanda dəstəmaz pozulurmu hocam? Bəli, dəstəmazlı halda məsciddə yatsan belə, yuxuya getdinsə, əlbəttə o pozulur. Mənim anam işinə görə namazını vaxtında qıla bilmir. Onun üçün bu günahdır deyir? Vaxtları vaxtında qılmaq lazımdır. Yəni çalışmalıdır insan vaxtında qılsın. Hər kəsin işi var. Ona görə bacardığı qədər vaxtında qılmalıdır. Çox salavat deyərkən çox vaxt sağ qulağım çingildəyir. Bu nəyinsə əlaməti ola bilərmi? Yox, heç bir şeyin əlaməti deyil. Sadəcə biz reklamdan əvvəl dua edirik cümənin son saatları. Nə qədər var reklamımıza, onu həmişə biz dua edirik. İndimi hocam? Bəli, biz hər cümə günü dua edirik reklamdan əvvəl ki, nə qədər var reklama? Vaxtıdır. Vaxtıdır, onda sonra dua edərik o zaman. Yaxşı hocam. O zaman sonra onda dua. keçim reklama. Yaxşı, Bəli. yaxşı hocam. İftar vaxtını İrşad təqdim edir. 21 Mart Ramazan ayının 21-ci günü. Bakı üçün iftar vaxtı 19:08. Rəbbimizə şükürlər olsun, uca Rəbbimiz dualarımızı qəbul eləsin. Cümənin son saatlarıdır, biz duanı biraz gecikdirdik, indi dua edək, duanın ən gözəl vaxtlarıdır. Ya Zəlcəlalə vəl-İkram, Ya Hayy Ya Qayyum, səndən diləyirik, şəhadət edirik ki, sən Allahsan, səndən başqa ibadətlə haqq məbud yoxdur, sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Ya Zəlcəlalə vəl-İkram, sənin sonsuz salamın olsun, xeyir duan olsun Peyğəmbərimizə, onun əhl-i beytinə. Ya Əhəd, Ya Əkrəməl Əkrəmin, Ya Zəlcəlalə vəl-İkram, Ya Afu, Ya Qaffar, sən bağışlayansan, bağışlamağı sevənsən, bizi bağışla, ey mərhəmətlərin ən mərhəmətlisi. Sənə sığınırıq hər iki dünyanın əzabından, qəbr əzabından, çirkin əməllərdən. Ya Məlikəl Mülk, ey mülkün sahibi olan Rəbbimiz, bizi bağışla, bizə bol-bol ruzu ver, ey Rəbbimiz. Ya Qaffar, valideynlərimizi bağışla, məkanlarını cənnət eylə, həyatda olanların ömürlərini uzun, xeyli, bərəkətli eylə. Ya Mənnən, kimin nə istəyi arzusu varsa, istəyi arzusuna çatdır. Nemətlərini artır bizə, bərəkətli eylə. Ya Fəttah, bir-birindən gözəl, xeyirli qapılar aç üzümüzə. Hər işdə xeyirlisini ver bizlərə. Bizə salih övladlar bəxş eylə. Ailələrimizə xoşbəxtlik ver. Subaylarımıza evlilik qapılarını aç və evliliklərini xeyirli eylə. Ey Rəbbimiz, ey Rəbbimiz, ey Rəbbimiz, ey Rəbbimiz, ey Rəbbimiz, tez və gec olan, bildiyimiz və bilmədiyimiz bütün xeyirləri səndən diləyir. Tez və gec olan, bildiyimiz və bilmədiyimiz şərlərdən sənə sığınırıq. Qulun və Peyğəmbərinin səndən dilədiyi xeyirləri səndən diləyir. Sığındığı şərlərdənsə sənə sığınırıq. Ey Rəbbimiz, səndən cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli diləyir. Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz əməldən isə sənə sığınırıq. Ey Rəbbimiz, həmçinin səndən bizim barəmizdə çıxardığın hər bir hökmün xeyirli olmağını istəyirik. Ey Rəbbimiz, Ya Qadir, dualarımızı qəbul eylə. Ya Vali, bütün işlərimizi sənə həval edib, sənə təvəkkül edib, sənə yönəlib, sənə arxalanmışıq. Bizim dönüşümüz, qaydırışımız sənədir, ey Rəbbimiz. Ey Rəbbimiz, əllərimizi sənə açmışıq. Bu gözəl cümənin son saatlarında, son dəqiqələrində etdiyimiz bütün dualarımızı qəbul eylə. Ey Rəbbimiz, Ya Məlikəl Mülk, sən istədiyinə mülkü verib, istədiyindən geri alan uca Allahsan. Ey xəzinələri sonsuz və tükənməz olan Rəbbimiz, ey qullar içərisindən şəhidlər seçən uca Rəbbimiz, ey qullarını qoruyan uca Rəbbimiz, ey övladlarımız, ey Rəbbimiz, övladlarımız islah eylə, övladlarımız sənə itaət edən, səni sevən bəndlərindən eylə, övladlarımızın qəlblərini sevginlə, nurunla doldur, övladlarımızı sənin razını qazanan, sevginə nail olan qullarından eylə, ruzlərini bərəkətli, xoşbəxtliklərini daimi, uğurlarını davamlı, sağlamlıqlarını möhkəm eylə.
Ey Rəbbimiz, səndən istəyirik bu cümənin son saatlarında sən bizim bu gözəl vətənimizi qoru, əmin-amanlığımız, müstəqimiz daim olsun, üçrəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Sən bizim bu gözəl vətənimizi məkir düşmənlərin hilələrindən qoru, ey Rəbbimiz. Öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz, havadarlar üzərində bizə göstər. Sən bizim hərbiçilərimizi qoru, əskərlərimizi qoru. Ey Rəbbimiz, şəhidlərimizə qəni-qəni rəhmət eylə, ölkə rəhbərimizi qoru, işlərini müvəffəq eylə, uzun ömürlər bəxş eylə, ey Rəbbimiz. Ey Rəbbimiz, səndən istəyirik bu cümənin son saatlarında, son dəqiqələrində kimin nə istəyi arzusu varsa, ey Rəbbimiz, istəyini, arzusuna çatdır. Dünyasını dəyişən valideynlərimizin məkanını cənnət eylə, həyatda olanların isə ömrünü uzun, xeyli, bərəkətli eylə. Ey Rəbbimiz, bütün müsəlmanların, bütün müsəlman kişi və qadınların, mömin kişi və qadınların günahlarını bağışla, ey Rəbbimiz. Ey xəzinəli sonsuz tükənməz olan Rəbbimiz, ey Rəbbimiz, səndən istəyirik. Bütün dualarımızı qəbul etməklə biz aciz qullarını bu cümənin son saatlarında iftardan öncə sevindir. Amin, amin, amin. Amin hocam. Cümənin son saatları qısa da olsa dua edək. Çünki duanın ən gözəl qəbul olunma vaxtları cümə günü, cümənin son saatlarıdır. Çünki cümə gecəsindən cümə günü çoxlu salavat edirik. Bir dinləyicimiz maşallah bugün 50.000 dəfə salavat edib. Görün o hansı məqama çatıb. Kimiydi Allah o? ondan razı olsun, dinləyicilərimizdən biri. Adı nədir? Adını demir, yəni ehtiyac yoxdur. Desəydi. Maşallah, maşallah. Allah qorusun bütün dinləyicilərimizi. Allah razı olsun. Sağ əli bizim başımıza. Hocam, deməli sual belədir. Allah sizdən razı olsun. Sayənizdə çox faydalanırıq. Yaxşı ki varsınız. Ailə qurmaq istəyirəm, sevdiyim var. Bunun üçün Allahdan nə istəməliyəm? Evim yoxdur deyə çətinlik çəkirəm. Heç nədən narahat olma. Zənginliyi verən kimdir? Uca Allah Teala. Evlilikdə zənginliyi var. Yetər ki Rəbbinə dua elə. Allah Teala bu evliliyi rahatlaşdırsın. Həmçinin baxın, bəzən də olur ki, insanların evlənməsi nədən gecikir? Hələ filan işlərim yoxdur, filan işlərim yoxdur, filan işlərim yoxdur, hələ bir evim olsun, evlilik gecikir. Amma bilsələr ki, Allah Teala buyurur ki, yuğnihumullah min fadli. Yəni, əgər onlar evlənsələr, Allah Teala onları öz fəziləti ilə, rəhməti ilə zəngin edər, həmd olsun. Evlilikdə, yəni evlilik insan öz nəcabətini qoruyur, öz ailəsini qoruyur, yəni öz namusunu qoruyur. Həm oğlana aiddir, həm qıza aiddir. Ona görə də evliliyə bərəkət var. Evlənməkdən çəkinməyin, qorxmayın. Yəni az imkan da olsa evlənin. Görəcəksiniz ki, Allah Teala sizlərə elə gözəl xeyir qapılar açacaq ki, o qədər xeyir qapılar açacaq ki, baxın insanlar olub ki, evlənəndə heç bir şey olmayıb. Məsələn, onlardan birisi mən, əlhəmdülillah. Evlənərkən heç bir şeyim yox idi. Allaha həmd olsun. Rəbbimizə həmd olsun. Çünki evlilikdə nədir? Xeyir var, bərəkət var. Mən sabah uzun yola çıxıram, orucumu saxlaya bilərəmmi? Bəli, səfərdə olarkən orucu saxlamaq olar. Əgər səfər rahatdırsa, orucunu tut. Yox, çətindirsə, aça bilərsən. Aç. Allah sizdən razı olsun. Belə bir sualı var. Deyir ki, mən hər gün gündəlik deyir, təmiz gəlirim 60-80 manat arası olur. Amma qazancımın bir bərəkəti yoxdur. Taksi sürücüsü. Pulu saxlaya bilmirəm. Lazımsız yerlərə xərcləyirəm. Tək qalıram, amma qazancım axşam evə gedəndə 3-5 manat qalır. Niyə bilərəm gəlirimdə bərəkət olsun? Birinci insan nəyə xərclədiyi ona baxsın. Yəni birinci o qazandığını halal işdə xərcləsin. Günahlardan çəkinsin. Çoxlu Allah-Taala'dan bərəkət diləsin. Əstəğfurullah zikrin dilindən düşürməsin. Yəni baxın, həqiqətən də malda bərəkət olmaq hər şeydən önəmlidir. İnsan var, çox qazan, amma ayın sonu görürsən ki, bərəkət yoxdur. Bərəkəti verən kimdir? Uca Allah-Taala. Ona görə deyirlər ki, bərəkət Allahın gizli ordularından birisidir. İstədiyini Allah verər. Həqiqətən də insan vardır ki, azdır, amma elə bir bərəkət vardır. Ona görə Allah-Taala'dan bərəkət diləmək, çoxlu dua eləmək. Bir dinləyicimiz yazıb ki, 34 yaşım var, elçilər gəlir, amma ailə qura bilmirəm. Yəni, niyə qura bilmirsiniz? Yəni, ola bilsin ki, heç kimsəni bəyənmirsiniz. Bəyəndiyiniz biri ilə evlənin. Yəni, çox da belə yuxarıdan getməyin, yəni. Bu qədər imkanı olsun, bu qədər imkanı olsun. Bilirsiniz nə kriteriyalar var? Dünənləri dua edəndə Qədir gecəsində də hocam. Bir qıza deyirəm ki, səninlə dua edim. Deyir ki, bəs ailə qurumda. Bir dənə kriteriyalar yazıb. Dedim, bilmədim, onların hamısını Allaha deyəcəm ki, ay Allah, bu qədər kriteriyalar istəyir bu qız. Demək ki, o kriteriyalar filmlərdə yoxdur. Ay Allah.
Hocam, maraqlı sualdır. Qurani Kərimdən hansısa bir ayənin və ya hansısa bir surənin ölüyə faydası varmı və ümumiyyətlə Quranı oxumağın? Quran-ı Kərimi ölü üçün ən böyük faydalı nədir? Baxın, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nəyi buyurur? Birinci, dua eləmək, bağışlama diləmək. Allahım günahlarını bağışla, məkanını cənnət eylə. İkinci, sədəqə. Yəni qalan şeylər adətdən edirlər. Amma əsas nədir? Çoxlu bağışlanma diləmək, bir də sədəqə vermək. Nə zaman fayda olur insana? Baxın, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, bir ata üçün o axirətdə yüksək məqama çatacaq, başına tac qoyulacaq. Deyəcək, ey Rəbbim, nəyə görə? Deyəcək, sənin evladının Quran öyrənməyinə görə, evladının Quran oxumağına görə. Ona görə bir evladlar ona görə Quran oxuma öyrənməli. Sən evində Quran oxuyursan, amma sənin valideynlərinə savab yazılır. Bağışlama diliysən, sənin valideynlərinə savab yazılır. Ən çox da Ramazan ayında nədir? Ən üstün ibadət hansı Ramazan ayında? Valideynlər üçün imkan olan nə etməlidir? Sədəqə verməlidir. Deyək ki, ey Rəbbim, bu sədəqəni mən niyyətin olsun ki, bu sədəqəni verirəm kimin yerinə? Valideynlərimin yerinə. Bəqərə surəsindəki paylaşmaqla bağlı ayə var. Paylaşmağı 7 sümbülə bənzədir. Hər birində 100 toxum var. Burada 700 savab nə vaxt verilir insana? Yəni orada qəsd olunan nədir? Allah təala sizin Allah üçün verdiyinilərinizi ondan 700-ə qədər artırar. Yəni sən bir yaxşılıq edirsən kimlərəsə, Allah təala o yaxşılığın, o sədəqənin əvəzini qat-qat öz dərgahında qaldırır. Yəni orada misal çəkir. Sümbüldə bir dənə əkilir. Sonra o sümbül çıxanda nə qədər dənələr olur? Bir toxumdan bir dənədən. Yəni altı ona bənzədir ki, siz sədəqə verəndə Allah təala onu qat-qat artırır öz dərgahında. Bu oradan misal budur. Yəni Allah yolunda xərcləyin, qorxmayın. Allah onu qat-qat artıracaq. Belə bir sual da var hocam. Deyir ki, nə? Ayə var, deyir, bəndələrim məni soruşsalar, de ki, onlara çox yaxınam, dua edib istəsələr qəbul edərəm. De ki, deyil. Və izə səələk ibadi, qullarım, bəndlər məni soruşsalar, mən onlara yaxınam. De ki, sözü yoxdur orada. De ki, deyil. Və izə səələk ibadi anni fə inni qarib. Qullarım, bəndlərim səndən soruşsalar, yəni Peyğəmbərə müraciət edir, mənim haqqımda, mən onlara yaxınam. Ucibu dəvətə da'i izə da'an. Dua edən duasına cavab verərəm. Onlar da mənim çağırışıma cavab versinlər və mənə iman gətirsinlər, yəqin də inansınlar. Umulur ki, onlar doğru yolda olarlar. Hocam, bu sualı oxumayın. Sadəcə belə bir şey varmı? Yox, dinimizdə belə bir şey yoxdur. Dinimizdə halal kəbin var. 49-32 dinimizdə belə bir şey yoxdur. Dinimizdə kəbin var, halal kəbin var. Onun xaricində heç bir şey yoxdur. Aydındır. Sizləri salamlayıram. Mənim həmişə ağlıma pis fikirlər gəlir. Elə bilirəm mənə nəsə olacaq, ağlımdan çıxara bilmirəm. O pis fikirlər şeytani vəsvəsədir. Yəni pis fikirlərə görə narahat olmayın. Biz əvvəl toxunduq ki, vəsvəsə var ki, pis fikir. Əgər insan qəlbinə pis fikir gəlirsə, onu insan sözə tökmədikcə, demədikcə, əməl etmədikcə onun günah yazılmır. Çünki Peyğəmbərimiz buyurur ki, Allah təala ümmətimdən qaldırıb. Nəyi qaldırıb? Qəlbdə olan vəsvəsəni qaldırıb, qəlbdə olan sözü qaldırıb. Ona görə narahat olma. Bəziləri çox narahat olurlar ki, o qəlbindən keçən pis şeylər. Əksinə, deməli, o sənin imanın saflığındandır ki, iblis, şeytan səni başqa yolla aldada bilmir. Sənə bu yoldan səni aldatmağa çalışır. Ona görə heç nədən narahat olma. Əgər Allah hər şeyi bilirsə və gələcəyi də əvvəldən müəyyən edibsə, onda insanın azad iradəsi varmı, yoxsa hər şey əvvəlcədən müəyyən olunub mu? İnsanın azad iradəsi var. Allah da insana seçim göstərib. Bunu eləmə, amma sən etdiyinə görə ona görə hesaba çəkiləcəksən. Niyə bu pis yola sən gedirsən, amma o birisi getmir? Deməli, insanın qəlbində bu pisliyə meyillik var ki, o yola gedir. Cənnət və cəhənnəm əbədi deyilsə, günahkarlar cəzalarını çəkdikdən sonra nə baş verəcək? Əgər əbədidirsə, bu Allahın sonsuz mərhəməti ilə necə uzlaşır? Cənnət və cəhənnəm əbədidir. Kimdir ki, əbəd deyil? Allah Taala'nın mərhəmət necə uzlaşır? Allah Taala deyir axı, cənnətim deyir. Nə üçündür? Mömin qullarıma mükafat, amma cəhənnəm isə deyir, imansızlar, zalimlar üçün əzab yeridir. Yəni əgər Allah Taala o etdiyi günaha görə əzab verirsə, bunun ədalətindəndir. Axı Allah Taala buyurur, baxı bu çirkin əməli etmə. Onun hesabı var. Bu əksinə Allahın ədalətindəndir ki, onu etdiyin qarşılığını alır o. Yoxsa insan etdiyin qarşılığını almasa, onda elə istədiyini etsin də o zaman. Maraqlı sualdır. Oruç nə üçün tutulur hocam? Əgər qısaca olaraq insanların necə ac qaldığını yad etmək, anlamaq üçün tutulursa, məncə bir ay oruç tutub sadəcə onların necə ac qaldığını anlamaqdansa ac qalanlara yardım etmək daha savablı olmazmı?
O sizin düşüncənizdir. Allah Teala Quran-Kərimdə bütün ümmətlərə əmr edir. Bu bir ibadətdir. İnsan yeməyindən, içməyindən Allah üçün bir şey tərk edirsə, Allah üçün bunu mükafatlandırır. Yəni məsələ burada ac qalmaq deyil. Məsələ burada qəlbin təmizliyidir. Məsələ burada ruhun paklığıdır. Çünki insan ac qalanda daha çox təmizlənir, şeytan vəsvəsələrindən uzaq qalır. Əgər siz elə düşünürsünüzsə, o zaman hər bir ibadəti, namazı da, həcci də, hər ibadətə bir dənə deyəsi bunu etməkdə nə məqsəd var ki, bunu etməklə bu etsin. O zaman özünüzdən Allahın buyruqlarına qarşı bir yorumla ibadətləri gözdən sala bilərsiniz. Amma hər bir ibadətin öz hikməti var. Onun düşüncəsi doğru deyil. Yəni məsələ ancaq ac qalmaq deyil ibadətdən. Bir də hocam bilmirəm, təbii ki, yəni siz deyəcəksiniz doğrudurmu, doğru deyilmi? Yəni indilərdə əgər deyirlərsə ki, insan sağlam olmaq üçün aralıqlı, yəni bizim dediyimiz orucu diyetə salırlarsa və deyirlərsə insan sağlam olmaq üçün bunu etməlisə, bəlkə də insanın bilmədiyi çox şey vardır sağlığımızla bağlı və ya o dünyəvi cəhətdən əlbəttə ki, hər bir ibadətin faydası var. O dünyəvi cəhətdən, amma əsas orucun mahiyyəti nədir? Allah üçün bu ibadət, bu əsnada insan Allahın buyruğunu yerinə yetirir, öz istəklərini Allah istəyindən üstün tutur, öz şəhvətindən, başqa arzularından və burada qəlbi paklaşır. Orucun məqsədini açıraq axırda, ləəlləkum təqva sahibi olasınız deyə. Təqva nə deməkdir? Yəni Allahdan qorxmaq, vaciblərin yerinə yetirmək, həmçində oruc bir İman mədrəsəsidir. Oruc həm səbr öyrədir, insan nəfsini cilovlayır. Orucda çox faydalar var. Təkcə orucun məqsədi ac qalmaq deyil ki. Allah sizdən razı olsun. Qul haqqına girmişiksə, lakin onu ciddiyə almamışıqsa və ya keçmişdə kimisə haqqına girdiyini xatırlamırıqsa, bunun sonu axır qiyamətdə necə olur? Əgər insan bilmədən eləyibsə, Allah bağışlayandır. Və yaxud da ki, insan kimisə haqqına girib, sonra ondan halallıq almaq istəyir, amma halallıq ala bilmir. Ya dünyasını dəyişib. O zaman neynə? Çoxlu onun üçün bağışlama dilə Allah Taala'dan. Yəni onun üçün yaxşı çoxlu bağışlama dilə. Allahla sən aranda olanda, Allah Taala sənin səmimi olduğunu görəndə, sən həqiqətən də qul haqqından almaq istəyirsən, amma ala bilmirsən. O zaman nədir? Allah Taala'dan bağışlama dilə. Heç nədən narahat olma. Mən də işdə namaz qıla bilmirəm. Sanki düşünürəm, müdürün xoşuna gəlməz, əsəbləşər. Allaha qarşı ya da özümü göstərmiş kimi olaram. Bu nə dərəcədə doğrudur? Tam tərsini deyək. Aynen. Tam tərsini. Yəni müdür səndən razı qalmaz. Bəs yaxşı sən namazı tərk edəndə Allah səndən razı qalır. Bir də ki bu düzgün deyil yəni. Yox, birdən mən qılsam da birdən özümü göstərmiş ki olaram. Niyə elə düşünürsən? Özünü göstərmiş deyil, bu ibadətdir. Qılmasan o zaman nə olur? Bu da təzə çıxıb. Kimsə namaz qılırsa və ya nəsə namazla bağlı paylaşırsa, ham belə özünü az göstər. Allahu Əkbər. Heç kimsəni göstərib eləmir. İbadət Allahla insanın arasında olan bir şeydir. İnsanın qəlbini, biz heç kimsənin qəlbini bilmərik, qəlbindən nə keçir. Biz insanın zahirinə görə danışırıq, amma qəlblər Allahın əlindədir. Yəni bir insan, hətta deyək ki, misal üçün deyək ki, gəldi cəmaatın önündə sədəqə verdi. Deyə bilərsən ki, özünü göstərmək üçün verir? Xeyr. Onun qəlbi ilə Allah bilir nə üçün verir. Mən heç kimsəni, biz insanların niyyətini oxumuruq. Niyyət oxuya da bilmərik. Çünki qəlblərdə keçən kim bilir? Uca Allah bilir. Yaxın dostum mənə evə it hədiyyə edib, məcburən götürmüşəm ki, məndən inciməsin. Günah olduğu üçün də sata bilmirəm. Çörə buraxsam da öləcək. İndi nə edim bilmirəm. O it barınaqlar vardı ölkəmizdə. Ora verə bilərsiniz də. Ya nə bilim həyəti olan. Yəni bu itlər belə, yəni insanlar əzab verməsinin, öldürməsinin deyə barınaqlar var. Düzdür ya, yox. Ora verə bilərsiniz. Axşam nə? Yuxuda deyil mələk görmək. Gözəl yuxudur. Yəni o gördüyün hələ mələkdir, bilinmir. Sənə deyilirsə ki, mələkdir. Baxın, belə yuxuları gözəl yozun. Azam vaxtını biz veririk də, bizlə bir yerdə açın. Yəni hocama bunu WhatsApp-dan göndərməyə başa düşmədim yəni. Allah sizdən razı olsun. Çox sağ olun. Mən sadəcə bir şey demək istəyərdim ki, xanımlar imkan vermir ki, biz imamın dualarına qulaq asaq. Xanımlar, buradan bir çağırış etməyinizi istəyərdim ki, belə şeylərə yol verməsinlər. Quran oxunarkən onu dinləmək lazımdır, amma buna məhəl qoyan olmur bəzən. Ola bilsin ki, bu iftar süfrələrini deyirlər, ora gedirlər, məsələn, iftar edirlər. Məsciddə. Cümə namazında. Və ya başqa bir yerdə deyək iftar süfrəsidir.
Yəni qadınlar başqa zalda oturublar. Arada bir pərdə var. Bunlar Quran dinləmək istəyirlər. Qadınlar imkan vermir. Qadınlar söhbət edirlər. O zaman yəni qadınlar kişilər mi şikayət edir? şikayət edirlər ki, qadınlar çox danışırlar. Biz misal dərs oxuya bilmirik. O zaman ayrı eləyin. Yəni qadınlar ayrı etsinlər. Siz ayrı edin. Qadınlar bəlkə aralarında söhbət edirlər. Sizi narahat edirsiniz, başqa tərəfdə oturun. Onsuz da onları saxlaya bilməyəcəksiniz. Siz ayrı oturun ən yaxşı. Hocam. Bakıda oruç tutmuşam, hal-hazırda rayondayam. İftarı hansı saatda açmalıyam? Rayon vaxtı ilə açırsan. Çünki sən artıq ordasan. Hə, yəni oradan saatıyla. Hər gün olduğu kimi bugün də anam Dilarə xanım sizin dualarınıza amin deyir, iftarı gözləyir. Yoldaşım Zəminə xanım da yaddan çıxmışda tez qeyd elədi axıra doğru. Bir dinləyicimiz yazıb ki, anam deyir sizi dinləyir. Anam sizi dinləyir, iş görmür. Anan işi görmür, sən işi gör. Ananı niyə şikayət edirsən? 14 yaşım var, yuxuda Allahı görmüşəm, onunla danışmışam. Bu yuxudur yəni. Allahı görmək mümkün deyil, sadəcə yuxudur, ona elə gəlir. Amma gözəl yuxudur. Hal-hazırda işləmirəm, rəhmətə gedən atam üçün yoldaşımın pulu ilə sədəqə verə bilərəmmi? Yəni verə bilərsiniz, bəli, əlbəttə ki. Hocam, vaxtı 10 saniyə qaldı. Susuzluq getdi, damarlar islandı, Allahın izni ilə savablar yazıldı. Allah qəbul eləsin. Amin hocam. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله هيا على السلام هيا على السلام هيا على الفلاح هيا على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله Rəbbimizə şükürlər olsun. Uca Rəbbimiz dualarımızı qəbul eləsin. Bu gözəl gecədə Ramazanın son 10 günü həqiqətən də ömrümüzdən keçib gedir. Çoxlu dualar eləyərik. Allah təala bizlərə neçə-neçə belə gözəl Ramazanlar nəsib eləsin. Rəbbimiz dualarımızı qəbul eləsin. Allahım, həmdin təkcə sənə məxsusiyyət naminə səndən diləyirik.
Səndən başqa ibadla haqq məbud yoxdur. Sən təksən. Heç bir şərikin yoxdur. Lütufkar və səxavətlisən. Ey səmaların, yerin xaliqi. Ya Zəlcəlal vəl İkram. Ya Hayy ya Qayyum. Səndən cənnəti istəyir və cəhənnəm atəşinə sənə sığınırıq. Ya Hayy ya Qayyum. Yaratdıqların sayı qədər sənə həmd sənalar olsun. Sənin razı qalacağın şəkildə sənə şükürlər olsun. Ey Rəbbimiz, sənin sonsuz salamın, salavatın olsun Peyğəmbərimizə, onun əhl-i beytinə, əshabilərinə. Allahım, səndən diləyirik. Şəhadət edirik ki, sən Allahsan, səndən başqa ibadətlə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Ya qarib, ya mucib, ey Mövlamız. Sən eşidənsən, yaxınsan, duaları qəbul edənsən, dualarımızı qəbul eylə. Ya Hayy ya Qayyum, bizi nəfsimizin şərrindən qoru. Ən doğru işimizə bizi qətiyyətli eylə. Gizində və aşkarda, səhvən və qəsdən, həmçinin bilərəkdən və bilməyərəkdən etdiyimiz günahlarımızı bağışla. Ey Rəbbimiz, səndən istəyirik. Ya Ərhəmər Rahimin. Şəhidlərimizə qəni-qəni rəhmət eylə. Dərgahında ən uca məqama yetişdir. Ey Rəbbimiz, Ya Rabbəl Aləmin, Qarabağda həmişə əzan səsləri yüksəlsin. Ey Rəbbimiz, sən hər şeyə qadirsən. Bu gözəl vətənimizi qoru, əmin-amanlığımız, müstəqilimiz daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, sən bizim dövlətçiliyimizi qoru. Bu gözəl əmin-amanlıq yurdunda sənə dualar edir, namazlar qılır, sənin adını uca tuturuq, Rəsuluna salavat gətiririk. Ey Rəbbimiz, bu gözəl vətənimizi qoru. Öz əzəmətli gücünü, qüdrətini göstər. Düşmənlərimiz və havadarlar üzərində üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, sən bizim rəhbərimiz, Ali Baş Komandanımız, İlham elə cənablarını qoru, işlərini müvəffəq elə, uzun ömürlər bəxş elə, hər zaman başını uca elə. Ya Hayy ya Qayyum, o gözəl Peyğəmbərimizin mübarək əllərindən Kövzər hovuzunun suyundan içənlərdə elə bizləri. O uca cənnətində bizləri sevimli Peyğəmbərimizə qonşu elə Allahım. Valideynlərimizi bağışla, məkanlarını cənnət eylə, həyatda olanların da ömürlərini uzun, xeyirli, bərəkətli, hidayətli eylə. Kimin nə istəyarsı varsa, istəyin arzuna çatdır. Ey ucalar ucası Rəbbimiz, sən buyurdun ki, mən qullarıma şah damarından da yaxınam. Sən bizi bizdən daha yaxşı bilənsən. Biz də əllərimizi sənə açmışıq, səndən diləyirik. Sənin rəhmətindən ümidimizi kəsməyib, bağışlanma istəyirik. Ya Rahim, Ya Rəhmən, Ya Təvvab, Ya Qani, Ya Qarib, Ya Mucib, Ya Mənnən. Sənin gözəl adlarınla səndən istəyirik. Sənə qarşı gözəl zəndə olub, sənin qüdrətli olduğuna və hər şeyə qadir olduğuna qəlbən inanıb dualar edirik. Dualarımızı qəbul etsən bilirik, sənin mülkündən heç nə azalmaz, sən bütün mülkün sahibisən. Dualarımızla səmanın qapılarını döyürük. Ya Ərhəmər Rahimin, Ya Əkrəməl Əkrəmin. Ey Rəbbimiz, dualarımızı qəbul eylə. Bizi bağışla, bizə rəhm eylə, bizi doğru yola yönət, bizə can sağlığı və ruzu bəxş eylə, bizi islah eylə və ucalt. Allahım, bizi ruziləndiğinlə qənaətləndir və onu bərəkətli eylə. Hər bir itirdiyimizin əvəzinə daha da xeyirlisi nəsib eylə. Allahım, səndən elə bir asanlıq istəyirik ki, ondan sonra çətinlik nədir bilməyərək, elə bir zənginlik ki, ondan sonra kasıbçılıq görməyək, elə bir əminamanlıq ki, ondan sonra təhlükə ilə üzləşməyək, elə bir xoşbəxtlik ki, ondan sonra bədbəxtçilik olmasın. Ey Rəbbimiz, sən əvvəlsən, səndən əvvəl heç nə olmayıb. Sən axırsan, səndən sonra heç bir şey yoxdur. Sən zahirsən, səndən üstün heç bir şey yoxdur. Sən batinsən, sənsiz heç nə yoxdur. Bizim əvəzimizə borcumuzu ödə və bizləri zənginləşdir. Ey Rəbbimiz, qəzəbindən və qəzəbinə dürkə edəcək əməllərdən qoru bizi. Ya Mənnən, Ya Zəlcəlal vəl İkram. Sənə qarşı həmişə gözəl zəndə olmağı bizlərə nəsib eylə. Sənə hər işimizə təvəkkül etməyi nəsib eylə. Sənə dost doğru ümid edən bəndlərinə elə bizləri. Ey Rəbbimiz, sən bizə, atanamıza, soru-sualsız birbaşa cənnətə girməyi nəsib eylə. Allahım, dünyadan köçən və həyatda olan mömin kişi və qadınların, müsəlman kişi qadınların günahlarını bağışla, ey Rəbbimiz. Sən bizim övladlarımızı qoru, övladlarımızı salih qullarından eylə, ey Rəbbimiz. Övladlarımızın dinini, imanını, bütün dünyəvi işlərini sənə əmanət edirik. Ən gözəl qoruyan sənsən, ey əzəmətli adlar sahibi. Bir miskin qul kimi səndən istədik. Sənə müthiş itaətkar yalvarışlar yalvardıq, ey Rəbbimiz. İndi bizim dualarımızı qəbul eylə. Biz aciz qullarını bu gözəl gecələrdə sevindir.
istəklərimizi bizə ver ey Rəbbimiz. Biz ancaq sənə təvəkkül edirik, tövbə edib ancaq sənə qayıtdıq ey Rəbbimiz. Sənsən hər şeyə qadir olan, bizi tək kimsəsiz buraxma. Sən varislərin ən xeyirlisən ey Rəbbimiz. Biz nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabi olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz. Ya qani, zənginsən, heç bir şey möhtac deyilsən. Bizlər isə sənə aciz qullarınıq, rəhmətinə möhtacıq. Ruzumuzu bol bərəkətli elə. Amin, amin, amin.